zalı onda. İndi səs gəlməyəcək, Yok, qeyd edək, çünki mən qulaqdan aldım. Salam aleyküm, Salih bəy İldırım cənabları, xoş gördük sizi. Dostlar, o cür ki ərz elədim, Salih bəy İldırım cənabları Güney Azərbaycan İstiqlal Partisinin sözçüsü, rəsmi ad budur, sözçüdür, amma başkan demək olar. Mən başkan desəm düz anlam gəlmir, çünki rəsmi ad, partinin rəsmi mövqeyi sözçüdür. Onun üçün sözçü ərz edirəm xidmətinizə. Bugün üçüncü gündür ki sorularımıza cevap verir. Lütfedirlər. Umarım ki inşallah bu faydalı olsun. Salih bəy dünənkin çox zaman çəkdi kəsməyi. Onun o əvvəl yarım saatını kəsmək bugün süpəcan çəkdi. Yəni onu ona görə bu günləri onu upload elədim, Orada siz göndərdim. de bir mütəxəssis olacaqsınız da. Burada Onu da öyrəcəyəm. Onu da öyrəcəyəm. Ərz eləyim xidmətinizə, biz icazənizlə dünənki yerdən başlayaq. Dünənləri burada qaldıq ki, hangi milləti düşmən görürsünüz, hangisini dost görürsünüz, hangisini rəqib görürsünüz. Ha belə devlətləri də danışdıq. Sonunda gəldik 16-cı sual mənim yadımda qalır bu bölümdən. 16-cı sualda indi bir dövlət siz əslində dünyada yer kürəsi üzündə fəqət İran adlı bir dövləti düşmən tanırsınız. Mən belə düşündüm. Bu sorunu sormaqdan öncə bir mətləbə işarə edeyim. Bəhsimizə əslən ilgisi yoxdur. Bəlkə də kəsərəm, ataram, bəlkə də saxlaram. Amma o da budur. Zahirən bu günləri İran prezidenti, Təbrizin İmam Cüməsi, Ustandarı və Xarici İşlər Naziri getmişdilər Araz çayında bir səddi aşmağa. Oradan qaydanda 3 helikopterlə gəliblər. 3 helikopterdən, yəni buna görə 3 helikopterlə də ki, əgər biri istəsə bunları vursun, bilməsin ki, prezident hangisindadır vursun. İstitar anlamında. Amma zahirən o ikisi salim gəlibdi. O iki onda prezident, Ustandar, İmam Cümə var idi. Allah'a şükür gediblər, dəyiblər, partlayıblər. Yok, vurmak isteyenler bölüdüler prezident hangisindadır da demək rəisi. Yendiriblər ona görə. Onu istəyirəm ərz edəyəm. Bu günləri bu hadisədən ötürü Yusuf Əzizi Bənitorov cənabları Bloomberg kanalında bir danışığa dəvət olubdu. O danışıqda bir dana da Lobnanlı təhlilçi ora dəvət olub. Cəlibdir. Bunun adı, mən icazə verin dəqiq onu deyim. Çünki çox önəmlidir bu bizim siyasi istiqlalçı təşkilatlarımızın ayağına yazmağa çalışırlar. Ona görə bunu oxuyuram. Bloomberg xəbərgüzarisi ilə danışıqda Yusuf Murteza adlı bir Lobnanlı təhlilçi, siyasi təhlilçi deyibdir ki, Azərbaycan, Güney Azərbaycan istiqlalçıları təyyarəni vurublar. Təyyarə deyil, helikopterdir və bizim də ayağımıza salıbdır. Mən cavab olaraq, əlbəttə, Yusuf Əzizin Bənitorov cənabları təhlillərini yazıblar, orada qoyublar. Bunu qəbul eləməyiblər. Onlar salıblar ki, Xamenei ilə arada olan, o rəhbərlik seçimlərində olan savaşın üzərinə belə bir şey olubdur. Amma hər halda o bizə ilgisi, mən fikir edirəm ki, bizə əslən istiqlalçılarımıza bunun heç bir ilgisi yoxdur. Valla biz bülçədi, bunu deyim sizə, sənə İnsəfəli bəy, biz bülçədi vurardıq. Niyə yoxdur? Düşməndir. Toprağımızda neyini? Mənim toprağımdan məndən icazə almamışdan niyə üçün? Vurmuşuq, yaxşı eləmişik. Amma vurmamışıq. Yəni, məsələ budur ki... Yəni, bunun bizə bir mənfi bir yönü də yoxdur. Deyiblər onu. Düzdür. Yəni, mən şəxsən bunu deyim ki, İstiqlal Partisinin bu imkanı olsa, orada kalib 50 ilə o dağlarda onu yendirər. Bəlkə də pislər gedəndən sonra kalib 120-dən, kalib 50-dən görünəcək ki, susturucu ilə vurubdur və bunu da yendiribdir. Hələ bir görək sonuçlar nə olur. Amma, yəni ki, biz hətta Xameneyə bir dəfə gəldi, fəqət gec bildik. Yəni, biz ələyaq eləyənə kimi çıxdı, o çıxmışdı. Bir kəndə gəlmişdi, bir zəlzələ oldu Azərbaycanda. Məsələn, onda vurmaq istəyirdik. Qələt eləyəm, o burada neyini? Xameneyə burada neyini?
neyini var? Buna veya reisi burada neyini? Elbette vuracak. Elbette korku Azerbaycan'dan. Yani onu değiller demek ki demek Azerbaycan'dan korkurlar, Azerbaycan milletinden korkurlar özlerini burada güvende. Biz bunu demişik. Azerbaycan'ı İran işgal rejimine cehenneme çevirmek. İran işgalçılarına cehenneme çevirmek. Ve bu da onlardan birisidir. Yani vurupla istiqlalçılar Əlləri ağrımasın. Əlləri ağrımasın vursalar, amma vurmadıkları için deyirəm ki, yəni məsələn sizin xəbəriniz yoxdur o birislərin. Bəlkə də istiqlalçılar vurublar İnsaf Əli bəy. Bunu hələ heç bir şey bəlli deyil ki. Bəlkə də istiqlalçılar vurublar. öz ayağımıza yazmaq istərik, amma vaqiət budur ki, bəlkə vurublar. Biz indi heç kəs bir nəzər vermir ki. Əslən bəlli deyil ki, ölübdür, diridir, sahnədir. Siz də o bölgəni tanırsınız. Helikopterin bəlkə sistemini işdən salıblar. Və bu birinci deyil. Siz də işarə eləmişsiniz, tapmışsınız, görmüşsünüz də. Bu birinci deyil ki, Bənisədə deyiliblər bunu, Əhmədi Nəzarətdə istəyirlər eləsinlər. Bəli. Mənim nəzərim budur ki, öz içərisi. Qasım Süleymanını bunlar özləri verdilər, Amerika vurdu. Qasım Süleymanı çünki gücə çevrilmişdi. Xameneyi qorxurdu. Qasım Süleymanı ilə Pəhləvilər, yəni səltənət tələblər, Pəhləvi nümayəndələrlə Qasım Süleymanın nümayəndələri Türkiyədə görüşmüşdülər. Danışıq apardılar ki, necə qüdrəti bölçünlər dövləti dəyişməkdə. Prezidentlik davası var idi. O dedi, mən olacağım Qasım Süleymanı. Və Amerika ancaq bunu Pəhləvilərin bu zadını dəstəkləmədi. Qasım Süleymanı bir teröristdir, bizim adamlarımızı öldürür. Biz onu prezident kimi bir muhatap ala bilmərik. Və bunu sızdırdı İrana. Amerika sızdırdı. Xameneyiyə, İrana bildirdi ki, bəs nədir? Qasım Süleymanı səltənət tələblərlə hətta yerinə kimin hangi oteldə görüşüblər olan hamısını qoydular onların ixtiyarında. Bunu Türkiyə də bilir. Türkiyənin MİT-i də bilir. Amma təbii ki, indi çatdırdılar ora. Bir həftə, 2 həftə ondan sonra da Qasım Süleymanı getdi. Yəni bunlar girahını verdilər, filanını verdilər. Amerikada əlini qoyduğu kimin getdi. Takkıltı ilə vurdu. Nöqtə şeylə, bir dənə atışla vurdu, getdi. Yəni bu öz işlərində təsvir hesabda ola bilər. O helikopteri işdən salma şeydə ola bilər. Hər şey ola bilər. İndi bunlar hamısı... Elə hangisi olsa təsvir hesab olacaqdır. Çünki ya helikopteri işdən salalar, ya... Məsələn, onların cəlibdir. Mahvarəyi, yəni satelit telefonları var yanlarında. Satelit ilə bir-birləri ilə danışanmırlar. Yəni, bu mənim işim ola bilməz ki. Bu, hətta Azərbaycan istiqlalçılar da bunu eləyə bilməzlər. Çünki sateliti işdən salmaq özü bir işdir. Yəni, bir dövlət istəyir ki, mən buradakı sateliti kontrol edirəm, qoymuram. Bu, bizim əlimizdən gələn bir iş deyil. Əlbəttə, ərz elədim, bunu indi orada aparırlar. Amma elə buradan sorumuz da buradandır. O düşmən dövlət İran dövləti. Bununla düşmənlik, bunu yıxmaq üçün, bunu aradan aparmaq üçün, bunun zorunu azaltmaq üçün, zorunu bölmək üçün stratejiləriniz nədir? Biz təbii ki, bilirsiniz, bunu hər daim demişik, bu çox radikal və savaş, yəni zor kullanımı ilə İran işğalına dəf eləmək olar. İşğalçı heç zaman, heç bir yerdə işğal etdiyi yeri özü buraxıb getmir. Onlar bizi demək, öz xoşlarına buraxmayacaqlar. Məgər biz onları elə bir vəziyyətə salaq ki, qarşımızda dayana bilməyələ məcbur çəkilərlər, dağlı çəkilərlər. Və ona görə də biz bəri başından Azərbaycanın ordusunun təşkil olunması, milişiyasının qurulması, milli ordunun və xalqımızı hər daim silahlanmağa, padqanları nəzarətdə saxlamağa, hərbi mərkəzlərdən bilgi toplayaraq, hətta eğitim almağa, eğitim alıp hazır olmağa, savaşa hazır olmalıdır. Biz qanlı küçə savaşacaq, savaşa çıxacaq. Bunu biz bilirik. Yəni o bəziləri ki, fantezidə qruplar ki,
gələcək bir möcüzə olacaq, birdən Tehran gələcək, deyəcək, gəlin siz burada federal qurun, bilmirəm, burada məsələn demokratik dövlət qurun, ya Azərbaycan dövləti qurun. Belə bir şey olmayacaqdır. Onlar son dəqiqəyə qədər orada dirənməyə çalışacaqlar, bizi yox eləməyə çalışacaqlar və biz də son demək, damla qanımız qədər iradəmizi qoyub onları vurub çıxartmalıyıq. Ona görə silahlı qurtuluş savaşı, yəni bizim hərəkatımız əsasında qurtuluş hərəkatı. Qurtuluş savaşına girməli və bunu sadəcə silah gücü ilə çıxada bilərik. Yəni məmləkətin əsasında millətlərin, dövlətlərin gücü onların silahındadır, silahlı qüvvələrindədir. Azərbaycan da bundan müstəsnadır. Buyur. Güney Azərbaycan. İndi stratejiləriniz nədir? Yəni oradan çıxartmaq əsli strateji oldu. Tamam. İndi taktikləriniz nədir? Yaxşı strateji budur ki, oradan çıxadaq. Amma taktiklər nədir? Nədir? Məsələn indi Mişal vurduz. Yer çatsa silahlanmaq ya ayrı yollarına mənə, ayrı ayrı yolu yoxdur bunun. İlla silahlanmalı. Bunun bir ayrı bir şivə yoxdur. İran işgal rejimini, işgalçını oradan çıxartmağa. Hər hangi bir başqa bir dövlət gəlib, əgər bu işi görürsə, o özü, öz dəşinşanləşini, öz praksisini də orada oturdacaqdır. Nəticə etibarilə biz öz taleyimizi istəyiriksə, necə ki, məsələn, getdilər Əraqda, getdilər Talibanını qoydular, nədir o, Kürt Demokrat Partisini qoydular Əraqın prezidenti və böldülər bir hissəsini filan elədilər. Biz əgər demək, bu hazır olmasaq, o faciələr başımıza gələcək. Eləncə faciələri gözləməliyik. Ona görə bizim ayrı yolumuz yoxdur. Bizim bir tək yolumuz vardır. Silahlanmalıyıq, örgütləşməliyik. Yəni, o silahlanmadan əvvəl silah fəqət özü deyil. Silah gərək sazmanı olur. Silah gərək bilək ki, kimin əlindədir, nə üçün işləniləcək. Yəni, belə deyil ki, bir görsün, topançanı bağlasın, ya RPG-ni verəsən, ya tankı verəsən, aparsın evində, küçəsində park eləsin. Yox. Bunlar bəlli sistem. Demək, Azərbaycan ona görə biz hərbi, demək, nizami şaxanın güclənməsinin, oluşmasının və bunun, yəni, olar siz məsələn, yaxşı bir 200 dənə fərmandehiniz olaraq oluşdurarsınız. O fərmandehlər beləncə halda həmən sürətlə xalqı silahlandırıb və rəhbərlik eləyərlər, komandanlıq eləyərlər. Bunu oluşturmağa çalışırıq biz ki, o fərmandehləri və işləri bölünək. Yəni, silah belə sazmanı silah olmalıdır ki, bu adam bu silahı alır, təsfiyə hesab üçün deyil, gedib namus məsələsi üçün deyil, məmləkət məsələsi üçün və milli stratejimizin istiqamətində taktiksel istifadələr və bununla demək, ordunu təşkil edib dövləti qurmaq. Bu istiqamətdə olmalıdır. Silah indi bəziləri deyirlər ki, kim verəcək? Heç kəs verməyəcək. Silah oradadır. Mən sizin sualınızda qabaq buna gəlim də. Silahlar oradadır. Silah bax o polislədir, silah o bəsliklədir, silah o padqandadır. Hətta hava qüvvəsi belə vardır. Ona görə biz dəfələrlə demişik. Baxın, bu xələbanları, bu generalları, bu erteşinci olsun, intizamatınçı olsun, ittilatınçı olsun, polisinçi olsun, bunlar şünasayla, bunlar da burada yaşayırlar, bunların ailəsi var, bunların uşağı var, bunların qızı məktəbə gedir, bunun anası orada yaşayır, o birisinin qardaşı orada yaşayır. Bu vasitələ onları o bürhədə demək, Azərbaycan demək, yəni o bilgiləri onların əlindən məcburi alıb və Azərbaycan demək, silahlı qüvvələrinin təşkilində onların təxəssüsündən hətta istifadə eləmiyorlar. Yəni, məsələn, generaldır, demək, və ya xələbandır, götürüb deyir ki, geçilə, məsələn, Təbrizi bombardıman edəcək. Biz də onun qarşısında onun dilindən danışmalıyıq. Yəni, bunu elə bu qədər deyəm, bundan o tələbəsinə getməm. Onun dilindən danışmalıyıq ki, yox, biz də sənə əmr eləyirik, sən İranın işgalçının uçağındasan, onun əmrinənsən, amma indi yolunu dəyişdirəcəksən və məcbur eləyir. Yəni, mekanizmlər vardır ki, onu biz o anda məcbur eləyərik ki, o bombanı götürər, salar İsfahana, Təbrizə deyil. Və
ordunun demək məxficəhlarını, silah depolarını və o teknolojini ələ keçirmək üçün bunlardan hamısını istifadə eləmək olar. Ona görə də uzun zamandır biz deyirik ki, bütün hərbi mərkəzləri, nizami mərkəzləri diqqətdə saxlayıb onların kurucusunu, hətta bəzilərini çəkiblə bizə göndəriblər də. Çünki bunların kurucusu bəlli olmalıdır. Baxın, biz 57-ci inqilabda biraz dalı tərpəşdik. Kürdlər gəldilər, padğanları aldılar Qasımlının başçılığı ilə və padğanları alandan sonra başladı Azərbaycan torpaqlarına saldırmağa. Biz geri alırdıq padğanları. Bizim padğanlarımızı Kürdlər niyə aldı? Ona görə biz silahda var, imkanda var, hər şey var. Yəni biri gətirib uçaqdan bizə silah tökəcəkdir, Amerika gətirib silah verəcəkdir, Rus verəcək, Çin verəcək, Azərbaycan verəcək, Türkiyə verəcək. Bunlar yox, olmayacaqdır. Onlar bunu eləyənməzdir. Oradadır, silahlar oradadır. Elə o bazalar bizimdir. Azərbaycana nə qədər silah daşırlarsa bugün daşısınlar. Onlar qoymayacaq ki, oradan çıxsın. Azərbaycana nəşə aparırlarsa zərərimizədir. Məsələn, aparırlar Kürdistanasa, o zaman sabah o silahla düşəcək Kürdlərin əli. Ya məsələn, düşəcək farsların əli. Nə qədər Azərbaycanda silah varsa bugün, o silahlar bizimdir. Əl qoyub onlara, onunla xalqı silahlandırıb və ordumuzu təşkil eləməli. Bunun bizə ayrı bir yol yoxdur. Yəni silahlı Qurtuluş Savaşından ayrı bir şivə yoxdur bunu qurtarmaq üçün. Buyurun. Talib bəy, nizami işğaldan azad eləməyin yanında bir də insanların zehni var. Yəni torpaqlarımız işğal olubdu, amma beynimiz ondan çox işğal olubdu. Yəni biz əgər bir iddiamiz özümüzü hələ İranlı bilirik, hələ federalizmə fikirləyirik, hələ iqtisad istiqlalla müxalifiq, hələ məsələn Azərbaycana qarşı, Türkiyəyə qarşı, Türk dünyasına qarşı bir ziddiyyətimiz var, ya bir danışıqlarımız, yazılarımız var və cəmiyyətimizdə bir çoxu bu cürdür. Ya türkünü oxuya bilmirik. Bu bizim sizin strateji bu sahədə nədir ki, insanlarımız o İranlıqdan qopsunlar. Çünki bizim əgər 1% belə insanımız İrana yapışsa, o 1% sabah bizim qabağımıza dura bilər. Heç olmasa fikri olaraq, düşüncə olaraq dura bilər. Yəni deyək ki, silah götürməz, amma düşünə bilər. Məsələn, Tehranda, Kərəcdə, İsfahanda, Əraşda, Yəzdə, Simnanda, Kaşanda, İsfahanda olan türklərimiz var, Şirazda olan türklərimiz var. Çünki bir çoxu, məsələn, hələ özünü İrancı bilir, İranlı bilir, canən fədai İran deyir. Bunların ayıtması üçün nə görürsünüz? Xüsusən ki, siz buyurdunuz, Farsda dahi yazmırıq, Farsda qoymuruq falan, bəhman. Burada bir şeydir, yəni o insanlarla təmasa girmək yolu da kəsilibdir. Doğrudur. Təbii ki, biz Azərbaycan Milli Hərəkatı ümumiyyətlə bu məsələdə fəaliyyəti hər şeydən çoxdur. Hərbidən çox öncə siyasi fəaliyyət var. Mədəni fəaliyyətdə Azərbaycanlaşma. Yəni İran 100 ildə Azərbaycanı türksüzləşdirməyə, Azərbaycansızlaşdırmağa çalışıbdır və beyinlər əsasən işğal altında. Yəni bizim aydınlarımız əslində Azərbaycan aydını deyirlər. İran onun aydın bölümündə işarə elədi. Onlar Farsça düşünürlər, Türkçe deyil. Bilirsiniz, Farsça düşünürlər, məsələn Türkçe deyirlər. Hələ bəziləri ki onu Türkçe deyə də bilmir. Onu elə Farsça yazır, Farsça danışır. Farsça da təbliğ edir. Yəni o düşüncə sistemi, dil əsasında düşüncə sistemini də oluştur. Ona görə eyni zamanda ki bu təbliğat gedir, bir dənə nöqtəni mən sizə deyim. Orada 1%, 3%, 5% mövzu deyil. Yəni siyasi dəyişikliklər üçün heç bir millət 100% siyasi deyil. Heç bir dövlətdə siz görməzsiniz. Məsələn, yəni Amerikan seçkilərinə baxın, Kanadanın seçkilərinə baxın. Kanadada 27% qatılmışdı keçən dəfə seçki. Yəni siyasi kəsim hələ o da siyasi deyil, gəlsin mütaliəndə maraqlanıb sandığa gedənlər 27%. Türkiyədə məsələn çoxdur, Türkiyədə 80%. Azərbaycanda 90%. Amerikada bir görürsünüz 50%, 60%. Yəni bu o aktiv səhnəsidir. Amma bunu yönləndirən əsasən böyük bir kəsim deyil. Yəni siyasi kəsim kitləni rəhbərlik eləyib bir hədəfə doğru yürütür. Normalda çox az. Əgər məsələn elmi araşdırmalar bunu göstərir, bir ölkədə
eğer 7%'ın üstünde siyasileşirse o ölçü sabit olmaz. Sabit bir ölçü, sabitlikten sonra o tez değişir. Çünkü millet siyasete girir, karışır, 7% azlarla kontrol eləmək olmaz. O devleti değiştirir. Demek her daim orada dəyişikliklere cəbədir. Yani Azerbaycan'da biz demek evvela bu noktada dedim ki o savaş başladığında Türk-Fars savaşı biz ona göre değildi Türk ile Fars'ın savaşı. Türk ile Fars'ın termininden, penceresinden bakanda hiçbir Türk gedib Fars'ın yanında durup bizim əleyhimizə savaşmayacak. Yani o savaş mərhələsində buna sən qabullana bilməyəcəkdir. Bunu onun içi nəzr olunansa elə bir ki bir dənə müsəlmana deyirsən ki, görsün məsələn İslamın əleyhinə bir şeydir. Deyə bilməsi içindən gəlməzdə bir manələr olacaq. O savaşda bir kristallama olacaq. Bu umumi bir formada deyirəm. Amma genelde bizim eğer Azerbaycan, Güney Azerbaycan 5%'ını, 7%'ını eğer milli, siyasi yetiştirebilsek ki bu iradeye gelsin, kalan o 100%'ı, onun 90%'ını, 80%'ını arkasına çekip rəhbərlik edib və bu işi rahatlıqla əldə eləmək olar. Dövlət olandan sonra, yəni bu məsələnin sizin dediyiniz məsələ bir gecənin, bir günün, 5 günün məsələsi deyil. Mən dünən sizə misal vurdum. Qazaxıstan 30 il sonra, istiqlalindən 30 il sonra Qazax dilini, hətta o Kirildən Latincəyə keçməyə başladı. Azərbaycan 2000 neçədə? 20'də yok 2000'də, pardon, 2000'də yani 10 il istiklalından sonra 10 il istiklaldan sonra Rus şeylerine mehdudiyet koydu. Yani 10 il Azerbaycan istiklalından sonra Farsça ve Rus, Türkçe ve Rusça şeyler gedirdi. Devlet idaresinde servisler, hizmetler gedirdi. Ve Azerbaycan, Güney Azerbaycan devlet olduqda bunu tabii ki üniversiteleriyle, televizyonla, radyosuyla, medreseleriyle bu meseleye ciddi enerji koyup ve o zəhərləmədən xilas eləmək. Buyur. İndi bir de insanlar vardı, mesela ben özüm Tehran'ı Azerbaycan bilirəm. Ustan Tehran. Əlborz diye Kərəc mərkəzli, onu Azerbaycan bilirəm. Ərak ki Azerbaycandır, tarixən Azerbaycandır, Türklü, Zəncandır, Qəzvindir, Həmədandır, bunlar Azerbaycanlılar. İndi biri de bizim burada Türklərimiz var, yaşlılar. Hatta biri dün gecə Ərdəbil, özün deyir mən Ərdəbilliyəm, dedəm nənəm Ərdəbillidir, mən də Farsın, Türküm zəifdir. Tehrandan zəng eləyibdi, danışırıq, elə bu bərnamələrə görə danışırıq. Ya adam deyir ki, mən Türkçü danışamıram, məndən Farsı danışsan, gəl danışaq. Bilirsiniz, bizim indi bu Türklər də var burada və biraz da Farslaşıblar ya ehtiyaçdan dolayı, yani işdən dolayı, gücdən dolayı. Yəni mən adamların hamısının ləhcəsi var. Adam danışanda bəllidir ki, Farsını danışanmır. Tərcümə eləyir türkünü və bəzən də gülməli gəlir. Necə ki, Farslar türkünü tərcümə eləyəndə tamamilə gülməli gəlir. Çünki tərcümə edir da. İndi burada nə edəcəksiniz? Yəni biləxərə bizim burada bir də insanlarımız var. Və bəzən özlərin Fars bilirlər, bəzən Fars deyirlər, əslində Tehran Farsdır. Kərəc Farsdır, Ərak Farsdır. Bunları nə edəcək? Yəni bunlara bir stratejiniz nədir? Yəni öz millətimizin parçasıdır, düşmən deyil. Dostdur. Yəni dost da deyil. Özümüzük. Özümüz dünən gözəl kəlmə işlətdik. Azərbaycan özümüzük. İndi biz özümüzük, amma beləsi içimizdə də bir mərisçilik var. Bunu nə edəcək? Stratejinizdə buna nə yer verirsiniz? Bəli, bu məsələ ki, Tehran, yəni mərkəzə getdikcə əsimilə daha da şiddətlidir. Yəni Tehranda həqiqəti budur ki, əsimilə aşırı dərəcədə, dəhşət dərəcədə türklər əsimilə olublar. Yəni o uşaqlar indi biz çox acı vericidir. Şiddətlə uşaqlar faslaşırlar. Yani 8 yaşında, 10 yaşında Tehranda eğer Tehranda deyirəm, uşaqlar görürsünüz ki, Türkçe danışır. Bilin ki, ailə millətçidir.
Yoxsa onlar Türkçe danışmır. Bunu həll eləmək üçün Azərbaycan tarixi torpaqlarını dedi. Azərbaycan bir sürü tarixi torpaqları indi daha komplet Azərbaycansızlaşdırılır. Yəni ki, orada elə bir tərkib yaranıb, elə bir dəyişikliklər olubdur ki, onu Azərbaycan təkrardan Azərbaycan eləməsi üçün çox ciddi bir demək, qan tökmələrə səbəb olacaqdır ki, bunu nə dünya qəbul edər, nə də biz eləyək. Yəni ki, bu olması mümkün deyil. Ona görə ona siyasi yolla əldə edilmək lazım. Bizim tərhimiz Tehran üçün və ətrafı üçün Tehran paslara verilməyəcək. Tehran iki dilli cumhuriyyət olacaq. 5 il müddətində. 5 ildən sonra Tehranda, yəni o cumhuriyyətdə demək, müraciət olunacaq, referendum olunacaq ki, Azərbaycana qatılırsınız ya qatılmırsınız. Bunlar iki dilli cumhuriyyət dediyimizdə Türk və Fars dilini. Belə olanda istər-istəməz hakimiyyət, hətta o əsimilə olsalar da, onlar qaracaqlar millətçiliyə, türkçülüyə. Çünki qüdrət çəkir adam, istəyəcəklər qüdrətli olsunlar və Farsın gedib Türkçəni öyrənməsi çətindir. Yəni, əslən, o öyrənənə qədər dövlət gedir. Demək, bilafasıla burada bu iki dili bilənlər qüdrətli alacaq. Oranın prezidenti, vəziri, şəhridarı, bələdiyyəsi, hər bir şey Türk olacaq. Türklər. Yəni, dolayısıyla biz o siyasi yolundan orada idarəni ələ geçirmiş olur. Türkün, çünki Türklər hamısı Farsçanı bilirlər, amma Farslar Türkçəni bilmir. Ona görə deyilir ki, 5 il müddətində, indi mümkün bəsən 5 il, az ola 10 il müddətində bura müstəqil iki dilli cumhuriyyət olacaqdır. Bu müddətin içində bizim stratejimiz budur ki, orada ciddi demək, fəaliyyətlə, örgütləşməklə, türkləşməklə, Türklərin daha orada çoxalması və Azərbaycan meyilləşməklə bir referendum forması ilə azadcasına Azərbaycana qatılsınlar. Bu mümkündür, bu rahatdır. Olay, yəni olasılığı var. Çünki Türk kökənli, indi Türkçe danışmasalar da, Türk kökənlilərin sayısı Tehranda elə Farslar qədər var. Yəni, təbii ki, məsələn, bəziləri elə ki, orada Kürt də var, Ərəb də var, başqa millətlərdən də var. Doğrudur da, vardır, amma çoxunluq bu ikisindədir. Onlar təyin edici də. Ona görə Tehran bizim baxışımızdan, yəni bizim həllimiz budur. Tehran bu məqtədə sadəcə Tehran yoxsa məsələn o bir yəni o Tehran fəqət Tehran deyil ki, Tehrandır, Kərəşdir, nədir onun yaxın Tehrana yapışan yerlər, o yerlər ki, Türklərin çoxunluğu orada vardılar. Onlar iki dilli cumhuriyyət olmalıdır. Və iki dilli olanda otomatik də bunu biz şey deyir ki, Türklərin əlində olur. Çünki Türklər də iki dili bilir. İkinci yol nədir? İkinci yol savaş dövlətin tökülüşündə biz nə qədər hazırlıqsa, o qədər torpaqlarımıza sahib çıxa biləcək. Bunu əsla qaçırtmayaq, unutmayaq. Yəni, o mərhələdə nəyi əldə eləyə bildiksə, gərək eləyək. Mən daha əvvəllər elə Günay Sevidə dedim. Biz əgər Tehranda istəyiriksə sərhəddi çəkək, gərək tanklarımız Kermanı vura. Kermana yetişək. Həmədanı istəyiriksə müzakirə eləyək, gərək tanklarımız Kermanı hədəf ala. Yəni güllələrimiz gərək Kermana yetişək ki, biz oradan sərhəddi çəkə bilək. Yəni bu savaşın qaydasıdır. O mərhələdə, o qurtuluş mərhələsində mümkün dərəcədə getməliyik. Nə ki, kimisə öldürək, qətlələrə filan eləyək, torpaq götürməliyik. Bu Azərbaycanlıların olduqları yerləri mümkün, hətta mümkündürsə Qəşqayıstana yapışdıraq oradan o mərhələdə, o mümkündür. Sonra mümkün olmayacaq. Ondan sonra, deyək, məsələn, biz təzədən bir də savaşacaq, gedək, oradan bir yer açaq, gedək Qəşqaylara bağlanaq, bu mümkün olmayacaq. Amma o qurtuluş dönəmində bu ehtimal vardır ki, biz əgər güclü olsaq, əgər silahlar bizim əlimizdə olsa, mütəşəkkil olsaq, hətta Qəşqaylara da bağlana bilər. Yəni,
heç olmasa Toprak yaxınlaşa var. bilər. Torpaqlar bağlana bilər bir-birinə. Yəni bunu beyndən qaçırmamalı. Bunları hamısını hədəfdə tutmalıyıq ki, bu olmalıdır. Azərbaycanın demək torpaqlarını maksimum formada necə təmin edə bilər? Ona görə o savaş sürəsində, Qurtuluş Savaşında bu ola bilir, amma dövlət qurulandan sonra olmaz. Yəni dövlət qurulandan sonra dövlət bir seri beynəlxalq təahhüdləri var. Yəni o inqilab ərəfəsində əgər biz hazırlıqlı ola bilsək, biz hətta Tehranı da Azərbaycana qata bilərik. Qumu da qata bilərik, gedər, yəni hər yeri amma hazırlıqlı olmasaq, hətta Azərbaycanın da böyük hissəsini görəcək ki, kütlər gəldilər, tutdular. Yəni burası da var. Çünki kütlər bizdən hazırlıqlıdırlar. Bunu nəzərdə tutmalıyıq. Kütlərin hamısı silahlıdır. Və arxasında da xarici dövlətlər də var. Və demək, istərsə Əraq iqlimi də, iqlim dövləti də bunların arxasındadır. Bir çox dövlətlər, ərəb dövlətləri də onların arxasındadır. Və hazırda ən azından yəni ki, bunların eğitim görüşü hər partisinə geçsəz, heç olmasa bir 2000 dənə, 3000 dənə, 500 dənə silahlısı var. Eğitim görüb. Bugün kəmpləri var, kəmplərində silahlarını görüşürsünüz. Değişik silahları görüb. Dronlara qədər varlarıdır. Amerika gətiribdir, ən modern silahları verib. Ona görə biz mütləq ayrı bir yolumuz yok. Biz mütləq hazır olmalıyıq. Əgər olmasa, nə öz torpaqlarımızı əldə edə bilməyəcək, bəlkə də torpaqda itirə bilirik. İtirəndən sonra bunu geçən alasan, onda hakimiyən düşəcəkdir ki, necə ki Azərbaycan görürsünüz, öz tarixi, dünyanın barbar bağırdığı öz tarixi torpaqlarını almaqda görürsünüz ki, başlamışlar Azərbaycanı, hamı ittiham təhrimlər qoydular ki, sən deyək Erməniləri oradan hökumətdən qovursan, nə desən, behmən edirsən. Yəni, sonrası çətin olacaqdır. Bunu o mərhələdə həll eləmək lazım. O mərhələyə biz hazır olmalıyıq. Ona görə də biz deyirik ki, millətimizə deyirik. Bəziləri də çıxır ki, Sipah gələcəkdir, Sipah elə bizim ordumuzdur. O birisi bizim müdafiə edəcək. Bunlarla olmaz. Azərbaycanın milli ordusu, milli məfkurəsi, orduda milli məfkurə, yəni rəhbərlər, baxın, bunu fərmandehlər bunu bilməlidir, bu stratejini bilməlidir. Bunun üzərində işləməlidir. Ona görə bunun ayrı bir məsləhətlə filanla, hamı deyirəm, bunu məcbur deyir, biz düşmənlə savaşa da masanın o başında da danışırsan. Bu qaydadır, elə bilməzsən ki, irtibatı kəsəsən. Amma planı da elə tökməliyik ki, biz bacardığımız qədər gedək, o torpaqları alaq, sonra sərhədli bəlli. Yoxsa dursaq deyəsən, burası Təbrizdə elə biz Təbrizdən məsələn oturduq Azərbaycan sərhədini qəbulünü təyinləşdirək. Elə bizə məsələn uzaqbaşı Mərağadan o tərəfdən bu tərəfdən mərz qoyur. Bu yolda ki, çox gedər ileriyə öz tarixi mərziləri. Eyni halda bu elə Kürdistan tərəfi də belə olur da. Yəni Kürdistan tərəfində də bu cürsü haradan getsə sizin də, haradan gəlsələr onundur. Almaq çox çətindir sonra. Yəni neçə qat-qan vermək lazımdır. Yəni əvvəldə ala bildin az, amma sonra bunu məsələn baxırıq savaşlara. Əlbəttə bu da şeyə bax, dünyada nə qədər labitçilik eləyə bilirsən, ona da bağlıdır. Məsələn İsrail bu günləri Filistini geçən 100 ildə elə ala gedib qabağı torpaqları, ərəbləri oradan boşaldıbdır. İndi də ki görürük da, indi 8 ay, 7 ay yarımdır. Təqribən bir gün yoxdur ki orada adam qırmıyor, nəsli xoşluqdadır. Yəni orada bir nəsli darmadağın edir, aradan aparır, amma arxasında bir labisi var. O labilər onu saxlayırlar. Yəni istəyirəm deyəm ki, olar, yəni hətta o dövlət yıxılan, İran dövləti yıxılan mərhələdən sonra da olar, amma bu şəkildə ki, böyük labi olar və mən inanmıram ki, dünyada türklərin belə bir böyük labi dövlətlər duralar. Türkiyə hələ görürük da. Dövlətlər əslində bizim dünya bu gerçəyi heç zaman unutmayacaq ki, dünya bizə qarşı, Türkiyə qarşı. Çünki dünyanın, Avropanın acı təcrübələri vardır. Türk imperatorluqlarından güclə özlərini qurtarıblar. Ona görə Türkün təkrar canlanmasına əsla müsaade eləməyəcək. Aman verməzlər. Türkiyə başına nə gətirir?
Türkiye Cumhuriyeti'nin başına ne getirirler? Bak, indi Türkiye başlayıp bazı meselelerde bağımsızlığı çoğalır da. Yani dünyada bağımsız devlet o manada deyək ki, her şeyden müstəqildir yoktur. Devletler bir türlü birbirlerine bağlıdırlar. Türkiye'nin mesela Amerika'dan silah alır, başka ölkədən silah alır filanlar. Yani bağlıdır da. Ama bunu getgide azaldır. Bu azaldığına göre görün bu son illerde ne kadar Türkiye baskılar oldu. Ne kadar ambargalar oldu. Türkiye'de lira niye bici düştü? Bunu ambargo koydular. İstemirlər geçsinə baxa. Türkiye içəridə mesela NATO'nun en güçlü ordusudur da. Onu belə, onun özünün bir yerde, bakın mesela bir tane Patriot vermediler. Bir tane F-35'i ala onu otağı ola 35'lerin pulunu vere vermediler Türkiye'ye. Niye istemirlər Türkiye? Ama hemen F-35 Yunan'da var. Yunan mı ehemmiyetlidir NATO'ya yoksa Türkiye? Türkiye'nin ordusu Avrupa kadar ordusu vardı Türkiye'nin. Türkiye'nin tek başına. Ekonomi güclüdür, ordusu güclüdür, teknolojisi güclüdür. Stratejik yeri çok önemlidir ama Türkiye yok eləmək üçün baxın Türkiye ona görə ne dedim ki, her vəziyyətlə biz Türkiye'ni gücləndirməliyik və Türkiye'nin güclənməsi bizim garantorumuzdur. Və bunlar da Türkiye'ni hedef olarak Türk dünyasını dağıtmağa, Türklerin tekrar canlanmasına engel olmaya çalışırlar. Bizim birisi çok potansiyelimiz vardır. Yani Türklerin dünyanı değiştirecek de dengeler değişecektir. İktisadi olarak gücümüz, hərbi olarak gücümüz, demek coğrafi gücümüz. Heyf olsun zahiren disconnect oluruq. İnşallah ki disconnect olmadık. Tamam. Disconnect olmadık. Okey. Bəli. Arz edeyim ki çok önemli bir şeydir. Yani bu işğaldan azad olmaq dönemi ya İran dövlətinin yıxılma dönemi çok önemlidir. Biz buna siz de işarə buyurdunuz ki o mərhələdə biz hər neynəsək. İndi o mərhələdə biz indidən əvvələn millət olaraq aydınlarımız o mərhələyə hazır olmalıdır. Yəni o sualı soruşmalıdır ki özündən hər kəs, mən də, cənabınız da, o birisi də hər kəsdən özündən soruşmalıdır ki İran yıxılan gün ki gördük yıxılır neynəməliyik? Mən nə vəzifəm var, neyləyə bilərəm? Bir də indi ondan sonra bizim hər halda ordunda elə cəmiyyətimizə görə orduda da nüfuzumuz var. Orduda padğanlarımız var. Yəni torpağımız çoxdursa padğanlar ki orada vardı, silahlar ki var, o da çoxdur. Yəni bu cür deyil ki, Kürdistan bir belədir, məsələn onun 2 dənə padğanı var, bizim 20 dənə, mən səhv eləməsəm 18-19 dənə ciddi padğan, ciddi ləşkər var bizdə. Sipah ləşkərləri, ya şey ləşkərləri bizdədir, yəni Türk dünyasının, Türk bölgələrindədir əslində. Amma indi o fərmandehlərlə, o sipahbutlarla, o timsarlar, sərhəngilər, bunlarla nə cür əlaqə qurula bilirik. Yəni bu da bir stratejidə, bu da önəmlidir. Çünki hər bir düşmənin bir timsarın çəksə özümüzün cibhəmizə, məsələn bilirik ki, mərhum Allah rəhmət eləsin Pişəvəri getdi padğana dedi ki təslim olacaq. Danışdı, bəli, müzakirə elədi. Müzakirə elədi, təslim oldu, sonra da gəldi elə həmin ordunun başına geçdi, savaş naziri oldu, özü orada yəni, difanı aldı öhdəsinə. Bizim belə bir şeyə insanlarımızın və sizin təşkilatın nə programı var? Ya nə düşünürsünüz? Mən bunu dolayısıyla dedim, bundan əvvəl söhbətimdə dedim ki, biz illərdir bunu deyirik ki, bütün o generalları, hərbi mütəxəssisləri, bunları şinasa edib tanımalıyıq və bunlar istərsə cəzb olunan, yox, cəzb olunmadısa başqa şivələrlə bunları biz işə çəkə bilərik. Ancaq orduya biz güvənib də, çünki bu ordu məsələn bu işi görəcək, orduda bu gücümüz vardır. Əgər özümüzü hazırlamasaq, həmən o ordu Parsın və ya başqasının əlində əmrinə keçə bilər. İstifadə olunacaqdır.
əsasında inqilab dönəmində ordunun işlə, yəni o yerdə ki dövlət tökülür ha, orada orduda daha bir şey yoxdur. Ordu da elə qaçır. Ordu Bəli. da gedir. Yəni mən şəhid pişəvərinin silahdaşları ilə danışırdım. Rəhmətli İsmail Şəms. Dedim, siz silahları hardan əldə etdiniz? Dedi ki, valla Rıza Şahın əsgərləri silahlarını atırdılar, paltarlarını dəyişirdilər, şəxsi paltar geydirdilər, qaçırdılar. Biz silahlar buradan əldə elədik. Yəni həmən ordu 57'de de yadınızda olsa beleydi daha. 57'de de koydular, kaçtılar da. Partizanlar, zıtlar, hamısı. Öylədir. Ona görə yəni ordu yoxdur, polis yoxdur, intizamət filan zət, bunlar bugün onların səsi cür gəlir. Sabah onlar deşik axtaracaqlar gizlənməyə. Çoxu qorxusundan əslən şoğlunuz adını, yeriniz adını dəyişdirəcək. Bunlar Mən də elə- Afqanistanda, Pakistanda ya Əraqda cəblə pənahında olublar. Talih Bey, benim de sualım ittifakən bura dönüştü ki, biz bunlara hangi bir kontakti qura bilərik, ya sizin təşkilatın varıdır, kontakt kursun, onlara desin ki, sizin biz əmniyyətinizi, işinizi təmin eləyəcəyik, təzmin eləyəcəyik, əmniyyətinizi qoruyacağıq. Amma bu şərtinin gələsiz bizim hədəflərimizin üstündə, bizim millətimizin yolunda çalışasınız. Yəni o paslar bizim adamımızdır. Yəni burası var. Yəni düzdür, o rejimə işdir. O bizi Əlan xiyabanda vurur. Xanımlarımızı, qızlarımızı, belə məmuri yazarlarımızı, yazıqları tutublar, 15-15 aparıblar, salıblar həbsə. 15 il, 20 il zindan verirlər. Amma bu başda bir iki nəfər təsmin tutur, onlara fərman verir, fərman icra eləməyə məcburdur. Ordudur da, Ərteş Səranədarət Farsda deyiblər. İndi orduda sual sormaq olmaz. Niyə mənə deyirsən get buranı vur? Deyir get vurur, o get vurdu, bu tullu getdi. Amma biz nə eləməliyik? Yəni bu ordu ilə nə cür girməliyik? Əcəba bunlarla nə cür əlaqə qurmalıyıq? Nə cür bunları bunların güvənin qazanmalıyıq? Onlar bizə etimad eləyərlər. O günkü gündəki rejim yıxılır. Silahları qoymayarlar məsələn kütlər apara. Bunun əlbəttə ki bu son mərhələ çox təyin edicidir oraya yetişəndə. Amma biz bunu dəfələrlə müraciət eləmişik. Baxın, son mərhələ, son gündə təslim halında gəlib Azərbaycan ordusuna qatılmaqları heç bir şey dəyişdirmez. Yəni o şəxslər ki, ondan əvvəl onlara çağırış verilir, şəxs müraciət olunur. Bir sürü irtibatlar var, onlar ayrı. O irtibatlar, məhdud irtibatlar vardır, onlar ayrı. Amma ümumi, genel olarak bizim ordu, hərbiçilərə ümumiyyətlə müraciətimiz olubdur ki, indi bilirik məsuliyyətlərinizi, məcburiyyətlərinizi bilirik. Amma əgər sırf məcburiyyətdən bu işi görürsünüzsə, biz demək, üsyana qalxdığımızda bu cəbhəyə dəyişməlisiniz. Bu ama son anda itirdiyinizdə silahınızı qoymağınız bir şeyi dəyişdirməz. O mərhələdə ki, demək Azərbaycan silahlı savaşa geçdi, fəqət şeydə dedi, başqa əgər Azərbaycanlılar, deyək məsələn, Ahvazdasınızsa, gedin Ahvaz hərəkatına qatılın. Bəluçistandasınızsa, gedin Bəluçların müqavimət cəbhəsinə qatılın. Farsın amilliyindən deyil. Bəlkə Farsı zəiflədəcək, o mərkəzi hökuməti zəiflədəcək bir addımlar götürməlisiniz. Amma bunun hamısından əlavə o adamlar ki, cinayət işləyiblər. Bunlar bağışlanır, bunlar mücazat olmalı, cəzalandırılmalıdırlar. İndi nəinki məsələn Cumhur İslamı kimi gətirsən, asasan ha? Ya məsələn götürürlər xiyabanda doğrayasın. Yox, gətirib məhkəmə qoyacaqsan, sübutla hesabla ki, bunlar məsələn ailələri yox ediblər, apablar, uşaqlar oğurlublar, aparıblar, ölüsünü atıblar dəriyə. Bunlar biz vazgeçə bilmərik ki, bunu bu ittilat eləyibdir, bunu elə pastarlar eləyibdir, bunu o polis eləyibdir, bunu o ərteş eləyibdir. Bunlar hamısının hesabı sorulacaq. Amma qanun vasitəsilə də, hesabla, ədillə ilə cinayət işləyənlərin hesabı ayrıdır, amma əli qana batmayan, cinayət işlənməyən orduda olan sipah ideolojik bir ordudur. Sipah ateş değil. Ateş ayrıdır ama sipaha çok şüpheli. Sipaha etimat olmaz. Sipahın hiçbir generalına falan etimat olmaz. Onlar yani fundamental dinçi
o kəsimlə cəzb olublar, yetişdiriliblər, gətiriblər, o şeylərə yetişiblər. Ona etimad eləmək bizə böyük zərər verir. Onları, məsələn, hətta generalını da istəsən orduda saxlayasan, gətirəsən birilərinin əmrinin altında saxlayasan, onlara etimad olmaz. O yüzden ordu ya her daim müracaat olunur ki səhvinizi dəyişin, xalqı ateş eləməyin, xalqa uygun bir fürsət geçin, amma son ləhziyə qaldırsa o zaman bağışlama yoxdur. Düşmənçi bir rəftar. Ordu məsələsini sonra da danışacağıq, amma elə buradakı sözü gəlibdir. Baxın, biz bir sözü deyəndə, məsələn, mən çox vaxt dostlardan eşidirəm, partili dostlarımki vardı, onlardan eşidirəm ki, biz nəzərimizi yazmışıq. Məsələn, 10 il bundan qabaq, get, axtar, tap. Ordu budur, yəni mən budur deyiləm. Mən özümü deyirəm. Yəni mən 10 il bundan qabaq nə bilim yazmışsan, əsən mənim xəbərim var ya yox. Siz gələ hər gün bir dənə mesajı, yəni bir parti, mənim nəzərimdən istiqlalçı parti ki, istir orduya mesaj versin, ordu məqamlarına mesaj versin. Onun əslən başda logosunun yanında bir şey olmalıdır daimən. Onlara mesaj olmalıdır. O tipdəki insanlara amac tutur. Ha, orduda məsələn. Siz bizlə əlaqə saxlayıb vəfadarlığınızı Azərbaycana göstərə bilərsiniz. Əmniyyətiniz bizlə təzmin olacaqdır. Məsələn, adam bilər ki, mən bu e-mailə orada yazsam, ya bura yazsam, gedəcək də hər adamın əlinə düşməyəcək, sabah məni tutub aparıb edam eləyərlər. Bax, burası da var, yəni adamı orada indi gələ istəyə sizə zəng eləyən, e-mail yazar. Nə eləsin, yəni nə bilsin ki, bu e-mail sizin e-mailinizdir, bu adres sizin adresinizdir, sizin partidir. Bunlarla əlaqəyə, yəni o əvvələn mesaj təkrar olunur. Bu çox əcibdir. Yəni mən bunu partilərin hamısında görürəm ki, mesaj təkrar olunur. Mesaj təkrar olmadığı üçün insanların da xəbəri olmur. Məsələn, insanlar niyə xəbəri olmur? Çünki bir dəfə mesajı qoyuruq, deyir, şu an mesaj orada var. Yox, mesaj bundan olmaz, yetişməz. İrançılıq mesajı milyonlar dəfə təkrar olur keçən 100 ildə. Bəlkə İrançılıq mesajları danışqahlarda, mədrəsələrdə bir dənə uşaq ki, mədrəsəyə gedir, birinci sınıfdan ta danışqahdan qutuluncan milyonlar dəfə bu İran sözünü və İran düşüncələrini alır. İrançılaşır. Yəni bu cür olur da brainwash beləsi olur. O qədər təkrar olur ki, siz buna deyirsiniz ki, olmaya mən şey eləyirəm, mən iştibah eləyirəm. Buna indi orduya da beləsidir, o birisilərə də beləsidir. Acaba siz bu işi görmək üçün, orduya bu mesajı yetirmək üçün, dedim, hətta pastorlara tərəfsiz eləmək özü bir mühümdür. Yəni deyək ki, etimadım yoxdur, amma tərəfsiz eləmək özü çox böyük bir işdir ki, o gün ki, oculasıqdır, ya mən silah götürmürəm. Mən savaşmıram. Mən dururam qıraqda. Mən əslən tərəf tutmuram. Məsələn, necə Ərteş Şah zamanı axırda bu işi gördü. O Qardi Cavidandan sonra ki, durdu, savaşdı. Bir də Savaş. Bu ikisi savaşdı. Ondan sonra hamısı nə oldu? Hamısı silahlarını qoydular yerə, padğanları tərk elədilər, sərbazları dedilər ki, gedin evizə. Bu yolda sizin parti olaraq nə iş görürsünüz? Mesajlar doğru deyirsiniz. Mesajlar devamlı verilməlidir. Şəraitdən asılıdır. Məsələn, o inqilab gücləndikcə, indi bugün Ərteşə deyəsiniz, gəl qatırsınla silahını qoy yerə, Ərteşə bir səbəbiyyəti yoxdur. Amma savaş gücləndikcə təkrar hər gün bunlar deyilməlidir. Hər gün mikrofonlardan, hər gün hətta yazılı olaraq, hətta onlara mümkün kanallar tapıb. İrtibatlar var, yox deyil ha. Bunu da bizə bir çox orduda olan, əslən dövlətdə olanlar var. Müşəxəsən bizə siqnalı göndərirlər ki, biz yanaşı oturmuşuq səndəldə. Bilirik ki, gedəcək. Bilin ha, biz məsələn elə sizdənik. Sizin kimi düşünürük. Var belə qüvvələr də vardılar. Ona görə onları təbii ki, nə qədər düşmənin səfində belə yarada bilsəz, zəiflədə bilsəz, əmirsizlik, demək, itaatsizlik yarada bilsəz, bizim xeyrimizədir. Ona görə o təbliğat hər daim getməlidir, haqlısınız, doğrudur. Biz də yeri düşəndə müraciət eləmişik, genə də yeri gəldikcə, yəni o nöqtəyə yetişdik ki, məsələn, xalq ciddi şeyə çıxsın, orduya da bizim ciddi mesajlarımız, ciddi yanaşmalarımız olacaqdır. Polisə də
onlar ki, məsələn, iş üçün gediblər bura, naçarlıqdan gediblər bir çörək gətirsin ailələrinə, onların da hesabatı və onlar da ki, könüllüdürlər, gedir, bomba bağlayır özünə, gedir, məsələn, bir dənə təşkilatı yox eləsin ya bir yeri patlasın, onların da hesabı ayrı. Ona görə bu razıyam sizinlə və planımızda bizim var ki, bu fürsətləri dəyərləndirmək, o təxəssüslərdən istifadə eləmək və eyni zamanda ona amma şey olmamaq. Yəni ki, biz artistdə mütəxəssis var, daha bir iş görmək. Yox, biz öz mütəxəssislərimizi, öz hərbiçilərimizi yetişdirib hazırlamalıyıq. Mümkünsə, məsələn, biz deyirik, gedin xalabanlıq, gedin öyrənin. Helikopter xədəməsi olun, öyrən. Yəni, biz göndərdiyimiz adamlar, bütün itilatda, sipahda, ateşdə bizim yerləşdirdiyimiz adamlar var fəaliyyəti. İşləyirlər orada. Və onun qarantoru bizik. Onu sabahla mümkün tutala edəməliyik. O gündə biz onun arxasında. Sən bu gündən burada bu işi görürsən və sən bizim himayəmizin altındasan. Elə o ateşə də o güvəncəni veririk ki, əgər siz demək, bu dönəmdə, dediyim son mərhələdə deyil, hər hansı bir dönəmdə xalqa qatıldıysanızsa, sizin əmniyyətiniz bizimlə, biz təmin edəcək, biz sizi qoruyacaq. Amma yox, son ləhzədə silahını qoyub belə də məni qorucunan desə, o kusura qalmadı. Sən son gülləndə, son gülləyən qədər öldürmüşsən, 2 dənə güllən qalanda silahını qoysan elə, deyəsən ki də, ondan sonra sən hesab edəcəksən. Salih bəy, bizim 57 inqilabında bir təcrübəmiz var. Mən Təbrizdə bunu şahid oldum. Sonra da bu indi şəhrin adını o zaman da yanlış deyirdim çox vaxt. Gəlirdilər, mən o Əhrarda olanda, Sərdəbir olanda, sonra da bu Azadlıq radiosuna, Radio Fərdiyə işləyən dövrdə mən bir bu Azərşəhər idi, hara idi fikrim, Azərşəhər idi. Orada o pasvanları öldürmüşdülər inqilabda. Çox pis vəziyyətdə öldürmüşdülər. Yəni öldürmüşdülər, yaxşı bir sözdür. Onları doğramışdılar, sonra tökmüşdülər şeyin üstə caddiyə. Caddədə də 3 gün maşınlar onların üstündən geçməsəydilər, qoymurdular geçsin. Sonra da onları 3 gündən sonra gəldilər, qazdılar. Yəni asfaltdan bu ətləri, asfaltı qopardaraq apardılar, tökdülər bir dənə dəriyə. Əgər səhv eləmirsəm, 27-28 pasivan da Kələntəridə olurdular. Bunların normalda çox da şeyləri yoxdur. Yəni millətlə məmulən latlük tutarlar, oğrunu əyrini tutarlar, çapqı keçliyirlər də o latlükləri, latlükləri, darğı şahidləri tutarlar. Amma içində də bəzən siyasi işlərə də girirlər. Yəni dəstur gəlir, filan kəsi tut gətirir, yəni çarəsi yoxdur. Amma məsələn 57 inqilabında Təbrizdə bəzi məhəllələrdə o pasivanları ya tanınan savaçıları zırdılar. Yəni bağlırdılar maşına, maşında zırırdılar, hiç şəkk edirdilər. Mən yaxın idi görəm, yəni görmədim, amma sonra eşitdim ki, məsələn, Cəmal Pasivanı məsələn, mən özüm bunu gördüm, gözümlə gördüm ki, qapıdan düşdülər, 2 qızı var idi, ağ giyinmişlər, gəlin kimi giyinmişlər, balaca qızdılar, çox balaca. Məsələn, 2 yaş yarım, 3 yaşları olardılar, ikiz idilər nəzərimə də gəlir. Amma xanımısının məsələn, olardı 24 yaşı, 25 yaşı, özünün də 25-26 olardı, olmazdı. Özdə 9 ayırdı, polisliğe girmişdi. Yəni, vermişdilər Kələntəridə işləsin, danışgədəsini qutarmış, gəlmiş burada işləsin. Məsələn, bunu bizim məhəllənin latları, bunu mən deyirəm, hər kəs desə, hər zaman desələr, o zaman da radyodan demişəm, indi demişəm, bu canlı onların uşaqlarını da danışdırmışam, mən o radyodan sözlərini də yaymışam. Onların öldürməsi, yəni o uşaqların yox ha, o dədələrin onların gözünün qabağında çəkib, o itbazlar, latlar, onlar, o tipdə insanlar. Bunu aparıb eşikdə, indi Azərbaycan xiyaban olubdur, otoban olubdur. Orada bunu maşına bağlayıb, mən də orasını getmədim. Elə orada da mən inqilabı tərk elədim. Mən orada zidd inqilab oldum. Mən orada dedim, bu hərəkət düz hərəkət deyil. Amma istəyirəm deyəm ki, yəni belə bir şey var, yəni inqilabda belə bir şeylər olur.
orduda olanlara nə mesajı var bu gün görməyələr, belə bir duruma düşməyələr məhəllələrdə insanlar bunları Maalesef Şahin Səfəli bəy, bu qaçınılmaz bir məsələdir. Yəni ictimai hərəkətlərdə faciələr də olur. İnqilablarda bu cür faciələr də qaçınılmazdır. Yəni intiqamçılıq olur. Əsən yaşlı qurunun yəni o paltarı giyən elə hər kəsi, deyək məsələn o birisi polis vurub birini öldürübdür. Elə bununla gücünü intiqamını alır. Düşməndir də savaşır. Ona görə biz bunlar olmasın deyə deyirik ki, təşkilatlanmaq lazım. Yəni o təşkilat orada kontrolu alır əlinə, rəhbərlik eləyir. Birini sən gedib xiyabanda tutub öz başından mühakimə eləyə bilməzsən, özünü yatırsan, gəlsən birinin evinə. Bizdə də oldu, gördük ki, polislərin evinə saldırdılar. Əlbəttə polislər də hamı polisləri normalda söyləmirdilər. Çünki o polislər ki, çox xiyabanda sərkub elədilər. Xiyaban sərkublarını... Məsələn, əslən polis dili qoymadılar qala. Əslən polis dili olmadı. Bəli. Ona görə bu faciədə ola bilər. Bunu ictimai hərəkətlərdə, hətta məsələn normal şeylərdə bax, görürsünüz ki, bir dənə yanlış həyəcan yaratmağına görürsünüz ki, bir linç yaranır. Yəni bu ictimai hərəkətdə maalesef bu var. Ona görə güclü təşkilat lazımdır və etibarlı insanlar ki, yönətsinlər. Yəni o zaman da o lata, o demək oğruya ya kələkbaza meydan olmaz. Belə sistem olmadığında təbii ki, onlar çıxacaqlar və kənardan baxan da necə onu görür ki, əməl edir, ona baxıb tamaşaçı olacaq. Təşkilat olduğunu, biz təşkilatdansa partiləşmək elə budur da, bunların önünə geçmək üçün. Ki, dedim ben bayaqlar dedim ki, silah sazmandehlik olmalıdır. Silahın hədəf olmalıdır. Silah bu deyil ki, göt aparıcına sən bununla nə istəyirsən eləcəksən, get ov vurcun. Ov ovlacına, ya məsələn get qorşu ilə təsvir etsə biləcəksən, ya məsələn bilən kəsin qızını istəmirsən vermir, get dədəsinə güllat. Yox o deyil. Bu, Azərbaycan dövlətini qurmaq üçün. Bu, Azərbaycanın elə həmən o düşmənin sənə ki, məsələn, şəxsi ixtilafın var ha, onun da əmniyyətini qorumaq üçündür. Ondan hesabçılığında qanun formasını edəcəksin. Ondadır ki, sistem gəlir orada. Ona görə də biz təşkilat olur. Niyə deyirik ki, fərd-giralıq nəhayətdə hərc-mərcdir. Hərc-mərcdən elə bunlar doğar da. Görərsiniz ki, məsələn, biz inqilabda, Şahin Səfəli bəy, savaşla işləyən adamlar, son anlara qədər savaşla işləyən adamlar, inqilabdan sonra gəldilər, yəni inqilabın son mərhələlərində komitə qurdular. Rəhbərliyə girdilər, görürsünüz ki, bu adamla getdi, oldu komitənin başı, o birisi oldu filanın başı. Nə qədər denən ki, bunlar cinayətkardır bu, amma oldu da, yəni o həyəcanda, o şəraitdə onlar qapırlar. Və bu olmasın deyə, o hərc-mərc şəraiti yaranmasın deyə təşkilatlanmalıyıq. Ona görə deyirik ki, ciddi yəni təşkilatı hərəkət eləməliyik, sistemli hərəkət eləməliyik. Məhəllə fərmandehləri bəlli olmalıdır, məhəllə məsulları bəlli olmalıdır, məhəllə liderləri olmalıdır, meydan liderləri olmalıdır, şəhər liderləri olmalıdır və bunlar yönətməlidirlər. Parti belə olur. Onda bəli, keçər onun qabağına, onda heç kim sənin polisə gedib danışarsan, demək, parti gedər, nümayəndəsi gedər danışar, polisin lazımsa silahını alar və ya görürsünüz ki, məsələn, zərərsizdir bir iş görməyibdirsə, elə onun orada vəzifədə qalmasını da təmin edir. Yəni, burada polisdə işləyən hər kəsi tutub asacaq, zindan atacaq deyə bir şey yoxdur. Dedik, sipaha etimadımız yoxdur. Onu çox ciddi məsələdir. Sipahdır, bəsişdir, itilatı, bunlar ideolojik qurumlardır. Amma ərtəşdir, polisdir, birisi demək, işi üçün gedib orada işləyir. Bizim məsələn polis üzvümüz var İstiqlal Partiyasının. Polisdir. Bizim sərhəd demək, intizamatda üzvümüz vardır. Sərhəddir. Amma partinin də üzvüdür. Öyle orada demişik, dursunuz, işinde görürsən. Sən ayrılma, sən orada qal. Əmirlərdə, amma bizə də deyəcəksən, hesablarda bizə deyəcəksən, bilgilərdə bizə verəcəksən, kurucularda bizə verəcəksən. Yəni,
sistem olsaq bunun önünə keçmək olar. Olmasaq təbii ki, onda qalıbdır. Bir dənə görürsünüz ki, bir yerdə məsələn, əsən daxil olmuyor. Birisinin görürsünüz ki, şəxsi ixtilafdan dolayı deyirlər ki, bu məsələn itilaatdır. Cəmaət orada o anda vurur, öldürür. Xaş mı vardı orada? Həyəcan maalesef kontrol olunmur. İctimai hərəkətlərdə bu problem var. Bu hər yerdə var. Yəni fəqət orada deyil. Tamam. İndi sorularımıza devam verək. Bəzi hər şeyin bir özəlliyi var, bir xüsusiyyəti vardı. Məsələn, düşmən dövləti ya düşmən qrupu, düşmən dost qrupu, dost dövləti, dost milləti, rəqib dövləti, rəqib milləti, rəqib qrupu hangi özəlliklər əsası ilə siz tərif edirsiniz ki, məsələn, bizim Güney Azərbaycan İstiqlal Partisinin düşmən dediyi bu hər kəs bunları olsa, bu şəraitdə 1, 2, 3, 4 olsa düşməndir. Hər kəs olmasa, məsələn, bu olsa o dostdur, bu da olsa rəqibdir. Bunların özəllikləri nədir? Yəni hangi şeylərlə tərif edirsiniz düşməni, dostu, rəqibi? Dünən nə arz elədim ki, bizim bu gün düşmənimiz İran işğal rejimi. İndi bir dövlət kimi baxanda siz, genə də buna elə orada cavab verdim ki, bizə dövlətlərlə, qonşularla, millətlərlə rabitəni əsasında onların, yəni bir tərəfli deyil, biz onlarla necə bərxurd edirik, necə rəftar edirik. Onların bizə rəftarı nədir? Onların rəftarı bizim mövqeyimizdə böyük təsir var. Yəni, əslində bizim mövqeyimizə oluşturulmasında. Məsələn, gəlir toprağımıza göz dikirsə, düşmən mövqeyindədir. Bizdən torpaq iddiası vardır. Bizim iqtisadımıza zərər verirsə, düşmən mövqeyindədir. Bizim demək, dövlətçiliyimizi təhdid edirsə, düşmən mövqeyindədir. Yəni, o mövqey, o ki gəlir bizim sərhəddatımızı pozmağa, əmniyyətimizi təhlükəyə atır, xalqımızın demək, əmniyyətini, ölkəmizin, toprağımızın bütövlüyünü təhlükəyə atır, bu düşmən mövqeyi. Bunu heç kəsdən qəbul eləmək. Bu, indi nə adına olursa olsun, bu düşmən tavrıdır, düşmən yanaşımıdır və demək, ona da gərəkəni eləmək lazım. Yəni, o necə tavır qoysa, ondan daha da şiddətli mövqeyini, məsələn, Azərbaycanın bir hissəsini gəlib iddia edir. O düşmən mövqeyidir. Ona biz gedib salam əleykum, gəl otur müzakirə eləyək deyir ki, onu elə o silahla vuracaqsın. Ona möhkəm dəmir yumruğu qoyacaqsan qabağına ki, bir daha da birisi toprağın göz ayrı baxa bilməsin. Topraq, 1 santim toprağımızı kimsəyə qaptırmayacaq, qoymayacaq, verməyəcək. Heç bir vəziyyət. İndi bəziləri deyir ki, insan əhəmiyyətlidir filan. İnsanlar hamısı gəlir, gedir. Biz hamımız ölüb gedəcək. Biz heç birimiz əbədi qalmayacaq. Mən indi bugün ölüm, ya məsələn 5 il sonra öləcəm, burada qalmayacaq ki. Amma bu məmləkət, bu vətən məndən sonra gələcək nəslə əmanət. Ona demək təhvil verirəm. Bunun abadlığı mənim gələcək evladımın, onun evladının, onun nəslin gələcəyin təminatıdır. Ona görə düşməni və dostun bir sabit tərifi yoxdur. Bizim sabit mənfəətlərimiz var, sabit maraqlarımız var. Bizim maraqlarımızı təhdid edən, o təhdidinə görə də cavab olacaqdır. Düşmən midir, demək, bilqüvvə düşmən midir, bilfeil düşmən midir, ya düşmənə yaxın mıdır, dost ola bilərmi, xunsa eləmək olarmı? Hamı ilə də cəng olunmaz mı, savaş olmaz. Bəzən də xunsa eləyəsən, müzakirə eləyəsən, əldə eləyəsən. Ona görə bizdən daha çox... Əslində mən buna görə dedim ki, görək bir ölçü götürək. Məsələn, cənabınız indi 4 dana, 5 dana saydı ölçülər ki, bunları qoyacaq taraziyə. Hər kəs mənim sərhəddatımı təhdid eləsə, hər kəs iqtisadıma zərər versə, hər kəs əmniyyətimə zərər versə, hər kəs bölücülük eləsə, hər kəs mənim torpağımda gözü olsa, hər kəs dövlətimi təhdid eləsə, dövlətimi təhdid eləsə, bunlar bununla ölçürük ki, bunlar düşməndir. Ölçürük. Yəni bu fərq eləmir. Hangi dövlət ola, hangi millət ola, hangi quruq ola, hangi insan ola. Yəni deyirik ki, bu mənim keçmək xəttimdir. Bu xəttidə hər kəs ayağını qoysa bura,
o ayaq kəsiləcək. İndi ondan sonra rəqiblər var. Rəqiblərə də deyirik ki, tamam, məsələn, bunlara keçməyəcəkdir. Amma bunlardan sonra bir yerlərdə bizimlə rəqabət eləyəcək, tamam, o məni, mən onu biləxərə çəkişəcəyik, danışacağıq. Mənfəət toqquşması olacaq da. Yenə də fikir edirəm sizə telefon gəldi, ehtimal sizə telefon gəldi. Bəli. Qoymurlar da. Tamam, işgal yox. İşgal yox. Orada da rəqabətdir, mənfəət söhbətidir. Hər kəs çalışacaq bu demək daha çox mənfəət aparsın, daha çox demək iqtisadi yönləmə, siyasi yönləmə, demək güc yönündən rəqabət hər daim vardır. Rəqabət olmasa əsasında olmaz. İndi rəqabət məsələsi çox önəmlidir. Burada məsələn, deyək, Türkiyə və Azərbaycan Cümhuriyyəti vardı. Biz də müstəqil olmuşuq. Güney Azərbaycan Türk Cümhuriyyəti ya Güney Azərbaycan. Mən Türk Cümhuriyyəti deyirəm, amma dostlar deyirlər Türk Cümhuriyyəti yox, Güney Azərbaycan Cümhuriyyəti. Güney Azərbaycan Cümhuriyyəti vardı. Bu cümhuriyyət müstəqildir, hərf ilə birləşməyibdi. İndi bunu dostlarla necə keçinəcək? Yəni deyir ki, mənim qardaşım var, özüm də Azərbaycanam, ikimiz də Azərbaycanıq, amma burada rəqabət var ya yox arada. Əlbəttə ki, rəqabət olacaqdır. Yəni şəhər ilə şəhər belə rəqabət eləyir. Məhəllə ilə məhəllə rəqabət eləyir gəlişməsi üçün. Əlbəttə ki, biz mənfəətlərimizi, yəni bizə Güney Azərbaycanın mənfəətləri birinci gəlir, birinci övləviyyətdir. Güney Azərbaycan dövlətinin mənfəətləri birinci övləviyyətdir. Yəni bütöv Azərbaycan oldusa, yenə də yəni deyək məsələn bütün Azərbaycanın bütün sərmayəsi məsələn yığıldı Bakıya, biz orada Təbrizdə ac mı qalacaq? Yox. Yəni yenə də o mənfəət davası, o rəqabət davası, haqqı bərabər paylaşılması olacaqdır. Bunlar mütləq olacaq. Yəni burada gözəl bir fikir ortaya gəlir. O da budur ki, indi içəridə xüsusən bir müxalifət və müvafiqət var. Bir dənə fikir var, şəhərçilik. Yəni yerlilik. Yerliliğinə müxalifət eləyirlər. Siz yerliliği necə görürsünüz? Məsələn, indi o cür deyəndə ki, Güney Azərbaycan, Kuzey Azərbaycandan rəqabət eləyəcəkdir, dövlət olandan belə birləşəndən sonra da içəridə rəqabət olacaqdır şəhərlərin arasında. Acaba bu yerlilik məsələsi nədir? İran geçən 100 ildə bir iş gördülər. O da budur ki, yerliliği aradan apardılar. Yəni yerə təəssüb, vətənə təəssübü aradan götürdülər, İrana təəssüb yaratdılar. Yəni məsələn qabaqdan deyir ki, o mənim məsələn bir dənə türk fikrin gedibdi Əhvaza, ya gedibdi Bəluçistana, ya hər yerə. Orada biri ilə savaşdığında ədə sən türkü vurursan, türklər kömək gəlirdilər qabaqdan. Amma indi onu aradan aparıblar. Məsələn İnsanlar yerlilik saymır. Məsələn, mən Ərdəbilliyəm, mən Təbrizliyəm, mən falan. Yox, hamısını gərək götürək. Bunu necə görürsünüz? Yəni sizin partiniz buna necə baxır? Yerliliğə, rəqabət yaradır. Əslində insan zaten yerpərəst. İnsanın, siz görürsünüz, məsələn, bir kətdir, o öz kəndini həmişə üstün tutmağa, o birisiz kətdən daha yaxşı keçinməyə, yaxşı olmağa, hətta yaxşı olmasa da göstərir. Şəhər dörcürdür. Bu insanın zatındadır. İnsan onun olanları istəyir ki, hamıdan yaxşı olsun. Bu insanın zatındadır. Bunu bizim parti belirləmir və ya bizim fikrimiz belirləmir. Əsasında belədir. Siz də məsələn eviniz başqasının evindən qəşəng olsun. Yəni bunu istəyirsiniz, bu çalışırsınız. Bu paxıllıq deyil. Zaten insanın zatındadır da. Məsələn, bizim birdən görürsünüz ki, dağlar bölünüb, kətlərin hududu var. Qonşu kəndin görürsünüz ki, məsələn, çobanı geçibdir bura, buradan dəyənəklər çəkirlər. Qonşudurlar ha. Bəlkə də necə qız verib qız alıblar, evlidirlər də filan. Buradan hara qorxunu salıbdır ki, mənim qorğuma geçmişsən. Qorğu var da insanın, yəni geçir onu şey eləmək. Bu ayrılmaz bir şey. Yəni insanın bizim gətirdiyimiz bir məsələ deyil. Bizim də buna bir çözümümüz, ən azından bu dönemdə yoxumuz. Ciddi məsələn. Himayət edirsiniz ya, məsələn bunu yaxşı görürsünüz ya pis görürsünüz bunu. Pis, yaxşı pis deməyək. Yəni milli hərəkətin gelişməsində bunu lazım bir şey görürsünüz, zərərli bir şey görürsünüz.
Həmən o təəssübdür, gəlir milli təəssübü yaradır da. Həmən o yerlilikdir ki, gəlir vətənciliyi, yurtçuluğu. Yəni yurtçuluq özü necə deyirlər, əhəmiyyətli bir məsələdir. Yurda sənin dəyərin, yurdu qorumaq, yurdu savunmaq və təbii ki, bu böyük ölçüdə gəlir olur vətən. Yəni ki, Azərbaycanın o zaman demək, hər kəs Azərbaycana bir şeylə görsün, bütün Azərbaycanlar həmən onun üzərində. Məsələn, bu şəhərə olanda o şəhərlər görsün, o şəhərin təəssübü ilə birləşirlər. Vəhdət qurulur. Müsbətdir bu, bunun ziyanı yoxdur. Bu olmalıdır, müsbət bir karakter. Gözəl, gözəl. Təşəkkürlər. İndi tamam, buradan təqribən geçirik. İndi düşmən tanıdığınız ya rəqib tanıdığınız, məsələn, deyək ki, Kürdlər var və Farslar var. Gilanilər var və Lorlar var. Bizim dövrəmizdə olan şeyləri deyirik. Bunların bir hissəsi düşməndir. Ya düşmən sizin o 5-6 dənə ölçü verdisə, o ölçülərlə ölçəndə bir hissəsi düşməndir. Torpaq iddiası var, əmniyyətimizə iddialar var, insanlarımızın canına qıyıblar iddiaları var. Bunlarla orta bir yol tapıb bu problemləri çözmək yolunuz var, yöntəmiz var. Təbii ki, mən əvvəldə dedim ki, bu eyni zamanda irtibatların da olması gərəklidir. Amma bilik ki, məsələ, deyək, bu düşmən mövqeyindən yanaşır, onu sirfən də yumuşaqlıqla və ya diyaloqla həll eləmək o qədər də rahat deyil. Caydırıcı tavır qoymaq lazım. Yəni, bizim əgər bugün Kürdlər toprağımızdan iddia edirlərsə, toprağımızda sahib çıxırlarsa, biri budur ki, biz təşkilatımız, gücümüz yox. Mənim güclü ordum olsa, o həddini biləcək, oturacaq orada. O onda bu şeyi eləyə bilməz. Bəs nəticə etibarıyla əvvəl səncə güclü ordun olar, güclü silahların olar. Buna birinci amildir. Ondan sonra masada siyasətin olacaq. Yəni, nə silahsız qazanmaq olar, nə də masasız qazanmaq olar. Bunlar dəngəlidir. Amma silahın təsiratı masadan çoxdur. Yəni, silah masanın yöntəmini bəlirləyir. Bugün görürsünüz ki, mesela misal vurdunuz da, siz əvvəldə vurdunuz, İsraildən vurdunuz. Gedib, yəni Filistin, gedək ki, məsələn, BMT'də tanınan Filistin haradır, bugün haradır. Niyə? Çünki İsrailin güclü silahı vardır, güclü ordusu vardır. Vurur, dağıdır, tökür və əslən lobi olaraq da güclü lobiçiliyi vardır. İndi əlbəttə dəyişir, bu vəziyyət dəyişir İsrailin əleyhinə, İsrailin Amerikanın əleyhinə gedir məsələ. Ona görə buna bir çözüm axtarırlar. Amma ümumiyyətlə o silah, güc, ordu masanı da yönləndirir. Əgər o gücün olmasa, masada payın azdır. Yəni silahın orduna görə masada da payın var. Ona görə bunların təhdidini azaltmaq üçün Azərbaycan özünü nizami olaraq gücləndirir. Biz deyək, mədəni, demokratik elə danışıqla həll edəcək qardaşım, belə söhbətlər yoxdur. Mənfəətlər bunu qəbul eləmir. Mənfəətlər, yəni, siz baxın, məsələn, tarixdə görürsünüz ki, qardaşını, qardaş bir anadan, atadan olublar, amma mənfəət, o güc vardır, bir-birlərini öldürüblər, bir-birlərini yox ediblər. Uşağını, görürsünüz ki, gücə görə evladını yox edibdir, ya evlad dədəsini yox edibdir. Ən yaxın görürsünüz ki, müttəhidin bir yerdə görürsünüz ki, gücə qapanıbdır, təhdidə çevrilibdir. Ona görə heç bir qonşuya, heç bir dövlətə belə dostluq deyə arxan olmayacaqsan. Dostluq yöntəmini çoxaltmağa çalışacaqsan. Amma bu səbəb olmaz ki, sən ordunu zəif tutasan. Ordun illa ki, onlardan güclü olmalı. Güclü olmazsa, onların təbii ki, bu kimi təşəbbüsləri olacaqdır. Bu kimi istəklərdə də olacaqlar. Bunların azaltmasını və hətta onları Türkiyə indi görürsünüz ki, məsələn,
bir şey silahlar özü daha istehsal edir. Və bu səbəb olub ki, bir seri o dövlətlər ki, Türkiyəyə düşmənçilik eləməkdədirlər. Bunlar biraz ayaqlarına dəng yazsınlar, biraz ehtiyatlı hərəkət edəsin. O ordunun gücü ümumi o qonşuların ya dövlətlərin də yanaşımını bəlirləyir. Məsələn, Pakistan, Hindistanla bilirsiniz uzun süre yani istiklalından sonra problemleri var idi. O gün ki Pakistan nüvə silahına el tapdı, Hindistan ayağını durdurdu. Yok eləyirdiler de Pakistan'ı her taraflı baskı almış. Yani biz de bu rəqabətdə o yüksəklərə demək ulaşmalıyıq. O özümüzü maksimal formada savunma teknikine, mekanizmine malik olmalıyıq ki, o zaman ne Kürdü, ne Farsı bir iddiada olabilmez. Olmadığımız takdirde hiç gözlemediğimiz yerden görürsünüz ki, gelirler, sistemlidir, silahlıdır, plandır, geldir, işgal ederdir toprağını. Ya mesela tehdit edin. Bunu çözmek bize göre hərbi olarak, nizami olarak güclənmir. Tamam. İndi sizin təşkilat, siz bağlı olan, başında olduğunuz təşkilat, Güney Azərbaycanda hangi qrupu, hangi təşkilatı, hangi fikri, hangi düşüncəni düşmən tanır? Güney Azərbaycanda biz düşmən tanımırıq. Güney Azərbaycan qruplarında, yani Güney Azərbaycan təşkilatlarından deyirsiniz da bunu, yoksa Güney Azərbaycanda olan mesela İran örgütleri vardı, İran mərkəzli qruplar vardı, nə edirsiniz? Onların hamısını deyirəm. Yəni məcmuən o şey ki, Güney Azərbaycanda var. Çünki Güney Azərbaycanı biz istisna eləyə bilmərik ki. Məsələn, orada İrançı təşkilatlar var, otaq fikirlər, fikir otaqları var, ruznamələr var, radiolar var. Ondan sonra partilər var. Tehran partilərinin şeyi vardı, bunlar vardı. Bunların və bir də milli hərəkətdə federalçılar var, İrancılar var, qanun əsasçılar var. Qanun əsasçılar bizə görə və ya federalçılar, bunlar düşmən deyirlər. Biz onları düşmən cəbhəsində görürük. Yəni Azərbaycan milli haqlarını hər hangi bir formada, baxın, məsələn, biri taleyini təyinləşdirmə deyil, birisi federalizm deyil, birisi demokrasi deyil. Ama eğer üstünlüğü Azərbaycan milli hakları üstünlük tapırsa, bu bizim düşmənimiz deyil. Bunlar bize göre, yani bunlarla biz elə bir mesela bir dənə bir Təbrizdən istəyirik gedək, məsələn gedək Zəncana ya Urmiyə. Bunlar məsələn gələn Təbrizin çıxışına qədər bizlə gələ bilir. Oradan o tərəfəni təhk et. Bilirsiniz? Yani bunlar bizim bu yolda belli bir hissədə bizimlə gələ bilir. Deyək ki, mesela istiqlal istəyirik biz. Bunlar da deyirlər ki, dil haqqı istəyir. Bu bizə düşmən deyil. Biz deyirik ki, o yanlışdır. O nəticə verməz. Sən dövlət olmasan dilin təmin edə bilməzsən. O mənim dilimi qadağan eləmiş ki, bu dilin azadlığı üçün yazır, çalışır. Ona görə onları biz düşmən bilmirik. Onları bu demək seçtiği yolun bize yani o istedikleri hedefe çatacağının doğru olmadığını deyir. Ama onlarla yürümeye, elə o istiqamətdə yürümeye biz çaba göstərmişik və göstəririk. Yani inqilabda adətən belədir. Hamı o dedi ki inqilabı eyni şeydə katkı vermez. Birisi görəsiniz ki bu yolun deyək ki 10 kilometr yol gələcək, birisi 10 metr gələr. Onu biz düşmən saya bilmərik ki 10 metr bizə kömək eləyir də. Ondan sonra durur, indi torumuz vursa, qarşımızda dursa, ondan sonra bəlkə düşmən mövqeyinə düşər. İstəsə bizə məsələn getməyimizə mane olsun, desin ki buradan o tərəfə də qoymaram gedər, ayaq bağı olun, onda tavır fərq ola bilər. Amma məsələn bir dənə federalist qrup indi deyir ki, hər halda mərkəzi qüvvəyə qarşı bir mübarizə aparır da. Deyir ki, sən güc bölünə.
Biz deyirik yanlışdır. Amma onu düşmən qəbul edəm, düşmən bəlləmir. Biz onunla savaşımız yox. Bizim işğalçı ilə də savaşımız. İndi bu İstiqlalçılarla gələ necə? məsələn federal İstiqlalçılar adı var. ilə. Buyurun. Amma bu istəyir məsələn federal adı ilə bizim istiqlalımıza əngəl ola, onda düşmən mövqeyinə keçir. O mərhələyə hələ ki yoxdur Azərbaycanda hərəkətdə, yəni nə onlar o gücdədirlər, nə elənçi bir təşəbbüsdə olublar. O mərhələdə dəyişə bilər. Amma bugünkü durumda biz Azərbaycan milli hərəkatında qrupların bəzilərini, yəni istiqlalçılar var da, hətta bəzi istiqlalçılar var ki, dilləri istiqlal deyil, amma əməlləri istiqlal deyil. Yəni əməlləri görürsünüz ki, elə sağa sola vurmaqdır. Hətta bizə məsələn federalçıların üstünlüyü vardır. Bəzi qruplar var. Məsələn, hədəfləri bəllidir. Azərbaycan hüquqlarını danışırlar. Amma hədəfləri bəllidir. Yəni, mümkündür elə qanun əsası da ola, mümkündür məsələn muxtariyyət ola, mümkündür federalizm ola, mümkündür məsələn 15-ci əsrin icrası ola. Söz olsa 15-ci əsrin icrasına çaba göstərən də bir türlü bizimlə müvafiq bir istiqamətdədir, bəlli yerə kimində. O balaca bir şey istəyir. Deyir ki, məsələn, bizim haqqımızın 2%-ni, 5%-ni ünvan edir və belə güvənləşir deyir, məsələn, filan maddəni bu günə qədər bilmirdilər bunlar. Mən istəyirəm bunu icra edim. O maddənin icra olması mümkün gəlir ona. Amma bir şeylər də vardılar ki, açıqcasına, yəni federalçı deyir ki, mən federalizmi, biz onları bir qədər o birisi kəsimdən öndə görürük. Yəni, istiqlalçılardan sonra Azərbaycan milli hərəkatında istiqlalçı düşüncəsindən sonra ən etibarlı desək, biz dərəcə, mənim şəxsi fikrimi istəsəz ki, dərəcə verim, federalçıdır. Çünki bu istiqlaldan bir şey dalıdadır. Bir addım daldadır. Bir addım dalıdadır. Amma o birisine hələ məsələn bəlli deyil. Deyir ki, taleyini tənəşdirmək. Taleyini tənəşdirmək bəlli bir tərifi yoxdur. Bu ola bilər. Dediyim kimi muxtariyyət olsun, federalizm olsun, istiqlal olsun, hamısı ola bilər. Amma bir dənə hizbidə bu dedi ki, mübhəm mövzunu qoymaq doğru deyil. Hizbin dəqiq müşəxxəs hədəf olmalıdır və ona çatacaq da müşəxxəs taktik stratejisi olmalıdır. Amma bir cibhə məsələn, Azərbaycan indi bugün bir cibhə qura bilər. Deyək ki, məsələn, federalistindən, sağçısından, solçusundan hamısını yığaq. Deyək ki, Güney Azərbaycanın taleyini təyinləşdirmə cibhəsi qurur. Bu cibhə olar. Amma hizb olmaz. Məsələn, bizim cibhəmiz var da, Qeyri-Fars Millətlər Cibhəsi burada yazıbdır ki, öz taleyini, cibhi, millət bəray haqqı təyini sayılır, dırnaq içində də yazıb deyirəm. Çünki bu millətlərdən təşkil tapır. Biz gedib məsələn fərziləcinən Lora deyə bilmərik sən gəl istiqlal şeyləcindən. Və orada mənə deyə bilməz gəl sən federal olcundan. Ya ərəb, ya məsələ olmuş. Ona görə deyir ki, taleyini tənəşdirmədə mənim tərifim istiqlaldır, onun tərifi federaldır, o birisinin tərifi muxtariyyətdir, o birisinin tərifi ayrı bir şeydir. İndi Azərbaycanda da bu ola bilər. Yəni bu belənçi taleyini təyinləşdirmə cəbhəsi də ola bilər. Amma hizb ya qrupun bu formada yəni bu adına fəaliyyəti biraz aydın deyil. Yəni, bu qədər deyim. Mən çox İstiqlalçıları necə görürsünüz? İndi sizin rəqibləriniz var, istiqlalçı partilər. Bunları necə görürsünüz? Rəqib görürsünüz, düşmən görürsünüz, dost görürsünüz? Allah, bizim dost partilərimiz və əməkdaşlığımız var, əməkdaş partilərimizdir. Heç bir, yəni Azərbaycan cəbhəsində biz heç bir qrupu düşmən bəlləməmişik, düşmən bilməyik. Dedik, indi istiqlalçılar daha yaxındırlar bizə. Birinci mərhələdədirlər. Biz, məsələn, bir dənə federalçını, Azərbaycan federalçısını Farsın hücumunda onu belə müdafiə eləməyə öz borcumuzdur. Biz onu Farsa əzdirməyik.
Bizimlə savaşanda, burada danışanda ziddi mövqelər qoya bilərik, birbirimizə tənqid edə bilərik, acı dil də işlədə bilərik, ittihamlar da vura bilərik, amma onu Farsın qarşısında, İran mərkəz qüvvələrinin qarşısında, düşmənlərin qarşısında onu əsdirmək, o bizimdir, o bizdəndir. O, ancaq bizə görə yanlış yoldadır. Və onu da inanırıq ki, prosesdə o nəticəyə yetişib, bunlar da nəhayətdə istiqlalçı olacaq. Və federalçıların bunu da demə, hamısı da ölçüb deyil. Federalçıların mən bəziləri ilə danışmışam, söhbət eləmişəm. Onlar eləşəcək, məsələn, bu prosesdə bunu biz danışırıq, deyir, biz istiqlal istəsək qarşımızda duracaqsınız. Deyirlər, yox, bu istiqlal maksimal istəkdir, biz ona qarşı deyilik. Amma bizim baxışımızdan deyirlər ki, bu indi olasılığı olmadığı üçün bunu bir mərhələ kimi, istiqlala bir mərhələ kimi götürür. Onların bizim bir düşmənçiliyimiz ola bilməz. Sadəcə deyirik ki, o bizə görə doğru seçim deyil, yanlış bir enerjini hədərə verməkdir və ya bir dənə hədəf üçün 2 dəfə həzinə verməkdir. Bu qədər. Bir də insanlar var Güney Azərbaycanda yazı yazırlar. Mədrəsələrdə dərs deyirlər, universitetlərdə dərs deyirlər. Radio, televizyonda türkçülüqlə müxalifət edirlər. Türkünlə, Azərbaycanın belə türk olması ilə müxalifət edirlər. Bunları necə görürsünüz? Yəni Güney Azərbaycanın içində vardılar elə bunlar. İrançılıq edirlər çox aşırı türklərlə müxalifət edirlər. Daimən radio, televizyonda, seminarlarda Azərbaycan və Türk əleyhinə danışırlar. Ya Azəridən izafi bir söz demirlər. Yəni çox deyəndə də deyirlər siz Azərisiz. Bunları necə görürsünüz? Bunlar dostdur, düşməndir. Məsələn, filsuflar var. Qurbanı görürük. Yəni onlar əsasında birinci mərhələdə bunlar qurbanıdır. Yəni bizim bunlar manqurtlaşıblar. Yəni o assimilə siyasətinin onların özü zatında anti-Türk deyil ki, bizim hesab edin ki, bütün kapsamlarda kökünə geçsən bir o təbliğat nəticəsində dünən siz bir sual elədiniz ki, niyə Türkiyə deyil, Azərbaycandır? Baxın, bizim Azərbaycanlıların o qədər təbliğat olunubdur ki, naxodağa işlərində bir anti-Türkizm var. Bilinçaltıdır bu. Bu özü məsələn görsən deyir Türkəm, birdən Türkiyə gələndə. Baxın mən məsələn Günəş TV-də o proqramını aparırdıq. Biz Türkük deyə mübahisələr aparırdıq. Təbrizdən Ustad Danışqahdır. O deyildi Ustad Danışqah. Mən bilmirəm ki, zəng eləmişdi ki, mən Ustad Danışqahım və biz Türk deyilik. Siz deyirsiniz, biz Türk deyilik, biz Türkiyəli deyilik ki. Mən bildim bunu dərdim. Dedim, danışqada nə dərs deyirsin? Dedi, ərəb. Dedim, yaxşı. İndi Məğribli ərəb midir sizcə, yoxsa Mərakeşlidir? Dili nədir? Ərəb gəlir. Əraqın dili Əraq dilidir, ya ərəb dilidir? Dedi, ərəb dilidir. Suriyənin, Ərəbistanın, bunların dili nədir? Dedi, ərəb gəlir. Da mənası aldı cavab. Dedim, biz Türk deyəndə Türkiyəli demirik ki. Türkiyəli var ki, əslən Türk deyil. Biz Türk deyəndə, yəni Türk dilli deyirik. Türk dilini danışan biz Azərbaycanda. O yaşayırıq Azərbaycan Türkü, Qazax Türkü var, Üzbək Türkü var, Türkmen Türkü var, Türkiyə Türkü var. Yəni bu o zehniyyət yaratıb, əslən bu özü millətçiydi amma Türkiyəli olmağa, Türkiyə ya bir həssasiyyəti var idi. O da illər təbliğatın nəticəsində beyinlərdə, o naxudaqatda, bilinc altında yerləşdirilir. O bəzən çıxır, özünü görsədir. Bunlar daha çox qurbanırlar. Bunları biz əgər təbliğat sistemi bizim əlimizə geçərsə, bu məsələni həll eləyərik. Bu Azərbaycanda da oldu. Azərbaycan Cumhuriyyəti yəni əvvəl o istiqlaliyyət dönəmində bu davalar gedir. Bir şeylər dedilər Azəri. Əslən Türkmənistan uzun süre dedi biz Türk deyilik. Qazaxıstan uzun süre deyildi biz Türk deyilik, biz Qazaxlıq deyilik. Üzbəklər hakeza. Azərbaycanda biz Türk deyilik, Azərbaycanlıyıq, Azəriyik filanı. Nəhayətdə
hamısı gəldi buna yetişdilər ki, tamamen Azərbaycanda Türkdür, Qazaxda Türkdür, Üzbəkdə Türkdür və indi Türk dünyasını qurur. Yəni siz hesab edin 30 il bundan qabaqki zehniyyətə baxın. Bugün gedin görünlər. Yəni o dəyişiləcək bir məsələdir. O düşmən kimi ona yanaşmaq şey deyil. Əgər bunu bilinçli olaraq demək aparıcıdır. Yəni o asimilənin bir parçası kimi işləyirsə, onda düşmən mövqeyindədir. Mən dünən söhbətimdə dedim. Bu mübarizədə kimdən asılı, hansı millətdən asılı olmasına bağlı olmayaraq, asılı olmayaraq, hansı millətdən olduğundan asılı olmayaraq, hər kəs ki, İran işğalını, İran hakimiyyətini bizə təmin edirsə, bu düşməndir. Bu indi Türk. Bu da bir ölçü oldu ki, ölçək düşmən kimdir? Bəli, bu düşməndir. Bunun gedib damarını ölçək görə ki, burada Türk qanı vardır, DNS-i Türkdür. Məsələn, Təbriz doğumludur, Gərgər doğumludur, Urmiya doğumludur, ya məsələn İsfahandandır, Kermandandır, ya Ay kürəsindəndir, dəyişməz. O ki, onu təmin edir, düşməndir. Burada aktiv rol götürür, düşmən mövqeyindədir. Biz də ondan, o mövqeyinə görə ondan yanaşacaq. Tamam. Ona cavab. Mən bu bölümü də qutardıq burada. Keçirik indi xahiş eləyəcəm biraz da qıssadayım çünki çox qalacaq. Mən fikir edirəm ki, bugün 3-cü gündə gərək yarı eləyəydik. Hələ feylən 3-cü bölümə keçmişik. 30 bölümlə. Qıssa gedək. Təşkilat bölümü, əsasnamə bölümünə. Sizin sonra gələcək sualların çoxuna mən baxırdım. Qabaqcalar cavab vermiş. O cürdür. Cavab verilir, amma yenə də şey olacaqdı. Mən özüm də görürəm. Bəzən atdıram da, yavaş-yavaş görürəm ki, cavab verilir. Amma sualların özünə müşəxəs cavab verəndə o şey olacaq. Yəni beyində daha qıssa və gözəl olacaq. Əsasnamə və demokrasi məsələsinə keçirik. Sizin təşkilatın yazılı əsasnaməsi varmı? Demişdiniz, əlbəttə buradan başlayaq. Bəli. Var. Bəli, fars dilində də var, türk dilində. 2 dildə, 3 qrafikada var, səslisi də var, internetdə, Google'da da var, saytımızda da var, Facebook'umuzda da var, Telegram'da da var və Instagram'da da. Tamam, mən iş sualıma cavab verdiniz ki, soruşacaqdım əsasnamə əllənidir ya yox və belə əsasnamə millətin oxumağına da açıq deyə yox ki, bunlara cavab verdiniz. Gedək o birisinə. Sizin təşkilatda indiki aşamada, bu aşamada demokratik bir təşkilat görürsünüz təşkilatınızı, yoxsa demokratik təşkilat deyil? Demokrasi hər daim bu bizim təşkilatımızın qaçınılmaz bir hissəsidir. Yəni demokrasi olmazsa olmazdır. Amma biz demokrasi üçün deyil, yəni ki, bugün biz qurtuluş təşkilatı. Biz inanırıq ki, dövlətin olmadan sən demokrasini təmin eləyə bilməzsən. Nəticə etibarilə mümkün dərəcədə demokratik əməl eləməyə çaba göstəririk. Mümkün dərəcədə imkanlar daxilində. Çünki qurtuluşçu bir təşkilat bəzi hallarda bəzi qərarları ala bilər ki, almaq zorunda olur ki, görürsünüz ki, demokratik olmur. Yəni, əsas olmasına imkan yox. Ona görə biz demokrasını savaşımızın mümkün dərəcədə savaşımızın bütün mərhələlərində uygulamağa çalışırıq və çaba göstəririk. İndi sizin təşkilat demokratik ölkə və dövlət qurmağa çabalır, yoxsa demokratik, dediniz ki, biz onun üçün çabalamırıq. Sizin dövlət qurmağı da demokratik dövlət qurmağa amaç götürmüsünüz, yoxsa yox? Mütləq demokratik Azərbaycan dövlətini qurmaqdır. Hədəf budur. Amma bunun mərhələ-mərhələ, yəni ki, biz dövlətimiz olmadan demokrasini qura bilməyik. Yəni, indi gələk biz nə qədər demokrasidən danışaq, səbəbsiz, yersiz, yəni imkanımız yox. Demokrasini icra eləmək üçün sistem lazım. Yəni, demokrasi idarə sistemi. Demokrasi özü dövlət deyil, dövlətin idarə formudur. Ona görə əvvəl dövlət olmalıdır. Yəni, bizim öncəliyimiz dövləti təşkil eləməkdir. Hətta bugün, məsələn, Azərbaycanda bir şahlıq dövləti də olsa bizə qəbul. Onu sonra demokratlaşdırmaq olar. Onu reform eləmək olar. Və ya, məsələn, deyək gəldi, məsələn, Azərbaycanda bir dənə din dövləti qurur. Baxmayaq ki, biz sekular Azərbaycan Cumhuriyyəti istəyirik.
Ona da gene də o övləviyyəti var. Dövlət, çünki əvvəl dövlət. Birinci bizə bugün dövlətin özüdür. O dövlət olmadan bu dövləti demokratlaşdırmaq olmaz. Siz Azərbaycana baxın. Məsələn, öz dövlətlərimizdən vuraq da. Azərbaycan indi 30 neçə il ömrü var. Qurulan tarixinə baxın və bugünə baxın. Gör, nə qədər demokratlaşıbdır. Yəni bu süreci zaman içində siz görürsünüz. Bu qaçınılmazdır. Partilərin olması, qurulması və yavaş-yavaş məcbur demokratlaşacaq. Siz yəni demokrasini ikinci amaç görürsünüz ya üçüncü, dördüncü amaç görürsünüz. Birinci amaç dövlət, vətən, millət, bunları əmniyyət olmasa, demək dövlət olmasa demokrasini icra edəcək güc lazım. Dövlət elə o siyasi gücdür ki, o demokrasini tətbiq edir. Biz qəşəng qanunlar yazaq, amma icra... Sizin partizə ordu önəmlidir, silahlı ordu önəmlidir, yoxsa demokrasi? Silahlı ordu demokrasidən önəmlidir. Çünki o demokrasinin qarantısıdır. Silahlı ordun olmasa, sən dövlətin əmniyyətin yoxdur ki, xalqın əmniyyəti olmasın. Sonra ki, o hərc-mərcdir. Güclü ordu mütləqa olmalıdır. Əcəba, bu söz getməz Rıza Şah deyilən o adamın siyasətinə getməz ki, İranlılar məşrutədən sonra dedilər ki, bizə bir diktator lazımdır, müsli. Diktator deyil, biz ordu dedik. Güclü ordu olmaq, diktator olmaq mənasında dedik. Amerika ən güclü ordusu var. Və dünyada da ən demokratik ölkədə tanıdığımız, bildiyimiz en azından Amerika. Türkiyənin güclü ordusu var. Çox güclüdür ordusu. Türkiyə bölgədə, hətta mən deyirəm dünyada ən demokrat ölkədir. Yəni Türkiyə qədər demokratik ölkə bir nümunə yoxdur göstərdi. Amma ən güclü ordusu var. Yəni ordunun güclü olması zərurətən diktatorizm mənasında deyil. Bunun hansı istiqamətdə qurulur, hansı istiqamətdə istifadə olunur. O ordunun, bir dövlətin fəqət ordu deyil ki, dövlətin ən azından demək, qanunverici, icrai, qəzai, hərbi, iqtisadi qolları var. Bunlar tərkib mürəkkəbliyində dövləti təşkil edir. Yəni, əgər ordunun güclü olmağına bir diktator məsələsində gətirib, ya diktatoru yaradacaq zadın məfkurəsini, təfəkkürünü gətirib onunla özləşdirsək, bu yanlış olar. Çünki o zaman güclü dövlətdən hamısı gedər, məsələn, diktator olarlar. Belə deyil. Ordunun da təbii ki, hədd hududu o qanunda bələnir. Ordu nələrə müdaxilə edə bilər, harada demək, ordunun işi ölkənin əmniyyətini qorumaq, sərhəddatını qorumaq, düşmən təcavüzünə qarşı durmaqdır. Ordu əsasında, məsələn, Türkiyədə ordu siyasətdən xaricdir, siyasətə dəxalət eləmir. Yəni seçimlərdə siz görməsiniz, məsələn, ordu gəlsin, bir dənə partinin təbliğ eləsin, bir partinin yanında dursun. Əslən, qanunda belə bir haqqı yoxdur. Səssizcəsinə gedərlər, haraçı məsələləri verəcəklər, gedərlər verərlər. Görməsiniz, bir dənə general gəlsin, danışsın, desin ki, filan partini dəstəkləyir. Əslən, haqqı yoxdur qanun. Yəni, ordu zərurətən siyasət mənasında deyil. İndi bizim şəraitimizdə, yəni Güney Azərbaycanın şəraitində, bugünkü aşamasında deyək ki, fərz misal qoyuruq da, bu günləri Cumhur İslami yıxıldı, biz başladıq dövlətimizi qurmağa. Siz fikirlərsiniz ki, bizim ölkəmizin demokratik ölkə olmağına nə qədər zaman aparar? Yəni ordu qurula, sistemlər qurula, parlament qurula, hizblər qurula, medialar qurula, əmniyyət gücləri, istihbarat gücləri, bunların hamısı qurula, təlim qüvvələri, yəni universitet danışır, yəni kolli sistemdə, yəni bir dövlət sistemi otura, ondan sonra siz bunu hangi mərhələdə zehninizdə var ya, tərhizdə var, stratejinizdə vardır ki, Güney Azərbaycan demokratikləşməyə getsin? Mən
bunu düzəldim burada. Elə bir ki, sizə belə bir zehniyyət yarandı ki, biz deyək ki, demokratik fəaliyyətlər duracaq, bəlli bir zamanda başlayacaq. Elə deyil. Demokrasi, yəni dedim, əvvəldə dedim ki, bütün mərhələlərdə demokratik olmağa çaba göstərilir. Yəni demokrasi çabası, mübarizəsi, demokratlaşma hər bürhədə gedir. Amma öncəlikdə deyil, öncəlik dövlətdir. Dikkat edirsiniz, bu tətil olmuyor. Biz deyək ki, məsələn, dövləti qrup demokrasiden danışma. Sən haqqın yoxdur deyəsən, sən rəy verməcənə. Yox. Amma ağırlıq nədədir? Öncəlik dövlətdir. Dövlət olmasa demokrasini dedik ki, sənin dövlətin olmasa nə demokrasidən danışır? İşğal altında olan demokrasi ola bilməz. Nə demokrasi? Aslında mən əla şeylər deyim. Madem ki bunu demeye hakkım yoktur, bilim, yazım, icra eləməyə imkanım yoktur, bunun özümü anlatmaktansa, məşğul eləməkdən ayrı bir şey, bir anlamı yoktur ki. Yani demokrasi hiçbir zaman tətil değil. Elə günü bugün də en demokratik formada eləməyə çalışırıq. Ama zərurətlər nədir? Biz görürük ki, bugün bizim o iddia elədiyimiz demokrasini təmin eləmək üçün əvvəl dövlət olmamız lazım. Mən uşağıma ad qoya bilmirəm. Demokrasi qoyacaq, o da qanun qoyacaq. Məsələn, bu demokrasi icra olsun. Gecə günüz yazım, çığırım, bağırım. Bir şey əllə eləməz. Əvvəlcə orada dövlətçiliyi ələ geçirdi. Ələ alam. Və bu dövlətə tərhimiz nədir? Bizim məsələn nizamnaməmizdə bu dövlətin sistemi yazılır. Dövlətin nə formada qurulmalıdır. Dövlət dünyəvi qaydalardır. Yəni dindən buyurun, bunları soruşacağım. Bunları bir soruşum, onlara gələk. Çünki siz hamısını deyəndə mən burada ərz edim ki, siz demokrasini təşkilatda nə cür məna edirsiniz? Yəni, düşüncəz demokrasidən nədir əslən? Bir dənə bir tərif versiniz, desək ki, bizim də vətəndən, millətdən bir tərif verdiniz. Demokrasidən tərifiniz nədir? Mən ərz edirəm ki, demokrasi bir idarə sistemidir və əlbəttə zəiflər da var, demokrasinin hataları da var. Amma üst-üstə ən yaxşı tanınmış, ən yaxşı nəticə vermiş idarə sistemi. Xatalı idarə sistemidir. Xatalı, amma ən yaxşı idarə sistemidir. Məsələn, xatalarından birisi budur. Baxın, 57 inqilabından sonra 90% dedi Cumhuri İslam. Hətta bəlkə 99%. Bəli. Demokratik bir seçimidir, ama yanlış seçim. Xumeyni'ne hamı dedi Xumeyni. Ama hamı dedi. Demokratik bir formada geldi, ama yanlış bir hərəkət. Ona göre bize demokrasi aslında her kəsin fikrini demək, deyə onu mümkün dərəcədə icraya qoymağa şərait yaratmaq, insanları fikrinə görə, düşüncəsinə görə yargılamamaq və cəmi iradəyə tabi olmaqdır. Bizim tərəfimiz. Gözəl. Demokratik sistem nədir? Yəni, sizin sistemi ki danışırsınız, istəyirsiniz onun əsasında demokratik eləyəsiniz. Onda nədir? Demokratik sistem nə deməkdir? Demokratik sistem elə həmən o dövləti demokratik əsaslara dayanaraq, yəni insan hüquqlarını, insanın azadlıqlarını, çünki bu özü də mübahisəli bir məsələdir. Yəni demokrasi bilirsiniz, bir ölkədə bir demokratik bir hərəkət başqa ölkədə mümkündür demokrasi kimi görünməyə, qəbul olunmayan. Demokrasi daha çox kültürel bir məsələdir. Yəni bunu da o demokrasinin oluşunda nəzərdə tutmaq lazımdır. Ona görə bəlli bir formül yoxdur ki, biz deyək ki, bu demokratik dediyimizdə A, B, C belə olur. İndi belə baxdığımızda insanların dövlət idarəçiliyində, dövlətin təsmimatında parlament vasitəsilə və ya bir seri strukturlar, cəmiyyətlər vasitəsilə iradəsini ortaya qoyması, ümumi bir formada desək, demokratik bir sistemin oluşmasıdır. Mesela seçkilərdə rahatçasına qatılıb istədiyini seçə bilsin, qanunlara rəyini bildirə bilsin,
Bu beləki olduğunda olur demokratik bir sistem. Buyur. Mənim bir sualım var idi. Bunu bir də soruşum. Sizcə demokrasi sistemi Güney Azərbaycana nə zaman gəlməli? Mən Ya dedim onun neçə cavabını verdim. O heç cavabı zaman verdiniz amma tətil deyil. neçə mərhələli, yəni burası mənə önəmli gəldi. Neçə mərhələli ya aşamalı olmalıdır? Yəni məsələn indi bir savaş dövrü var, qurtuluş dövrü var, bir təsbit əmniyyət dövrü var, bir mühakimələr dövrü var. Düşmənimiz hər halda bir də içəridə xainlər olacaq, düşmənlər olacaqdır. Bunlarda nə cür görürsünüz? Ya məsələn gözəl sizin tərifinizdə mənim özüm də tərifim ona yaxındır. Məsələn bu ki insanlar düşüncəsi azad ola. Bunu da deyə bilər. Amma imkan yaradılmasa ki bunlar düşüncələrini desinlər, azadlığın, o demokrasinin önəmi nədir? İndi burada siz bu aşamalı, buna görə aşamalı olur. Yəni siz aşamalı görürsünüz, yoxsa elə nə cür görürsünüz? Mən yenə də gəldim oraya ki, bu gün bizə Tamam. çoxdur. Yenə də gəldim o noktaya ki, demokrasi heç bir zaman tətil olmur. Yəni, hər daim demokratik idarə eləməyə cəhd göstərməli hədəfimiz olmalıdır və savaşımızın bir parçasıdır. Ona görə hansı bir yerdə durur, hansı yerdə başlayacaq terminlə biz razılaşmırıq. Hər daim mümkün olduğu dərəcədə demokratik formada idarə olunmalıdır. Və təbii ki, bizim toplumumuzda, yəni bir gecədə, bizim toplumumuzda yox, əslən, ümumiyyətlə bu dövlətlərə baxasınız ki, bəlli dərəcədə demokrasi şeyindədir. Yəni biz dedik Amerika, məsələn, mənim şəxsən öz fikrimi istəyəsiz deyəsiz, Amerika bizim təxəyyül elədiyimiz Azərbaycandakı qurulacaq demokrasidən, demokrasi Amerikadan öndə olmalı. Çünki Amerikada bir seri haqlar yoxdur. Amerikada eyni haldakı o demokrasini deyir, yazıb orada, deyir də, amma bir seri, məsələn, görürsünüz ki, qaydalar, qanunlar çıxadırlar və ya məsələn, əməldə onun o iddia, demokratik haqları alırlar insanlara. Bugün məsələn, görürsünüz ki, üniversitelərdə məsələn, etirazları gedir, vurur, dağıdır, polis tutur, dəşbət basır altına, icazə dağıtır, filan edirsə, vurur, dağıdır. Bizə görə məsələn, bu olmamalı. Bizə görə siyasi məhbus olmamalıdır, siyasi ayrı seçkinlik olmamalı. Amma nədir? Məsələn, dəyişik böhranlarda görürüz. Arağa Amerika gedib girəndə, məsələn, prezidentin əleyhinə ya bu hərəkətin əleyhinə əslən təbliğat ümumiyyətlə qadağan olub. Elan eləmədilər, amma eləyənləri nedirlər? Müxtəlif ittihamlarla susturur. Azərbaycanda, yəni dedik, demokrasinin göbəyi kimi tanınmış, məsələn, ümumiyyətlə siyasilər Fransanı misal. Fransada biz demokrasi görmürük. Yəni, Fransa bizə demokrasi nə ki görmürük ya? Var. Amma o tam demokratlaşmırdı. Bugün görürsünüz, New Caledonia'nı, qətlanma edir, vurur, orada öldürür. Niyə o istiqlal istəyir? Və ya məsələn, Avropanı demokrasinin sembolü kimi görmək doğru deyil. Məsələn, biz gördük ki, həmən Avropada Katalanlara nə günə saldı? Rəy də verdilər da. Və getdilər, rəyə niyə sahib? Şey eləmədiniz. Yəni, bu səyyal bir şeydir. Biz Azərbaycanda daha demokratik bir dövlət qurmaq istəyirik. Amma bunun nə zaman ona yetişəcək? Bunlar da 100 il gediblər, buradadılar. Amerika 100 ildə, 150 ildə gəlib buraya yetişibdir. 200 ildə buraya yetişib. Kanada 150 ildə buraya yetişibdir. Ona görə bu nə zaman olacaq? Buna bir zaman belirləmək olmaz. Amma heç bir zamanda tətil olmaz. Tamam. Mən sonuncu sualım yenə qeyd edəcəkdim ona tərəf, amma elə bu məncə yetər, axir cümləz yetər. Çünki mən istəyirəm soruşam ki, iç savaş olacaqdı ehtimalən. Düşmənlə savaş olacaqdı. Beləxərə bizim içimizdə bir də qarşılıqlı çıxacaqdı ortaya.
bunlarda təbii ki, onda mərhələ-mərhələ, yəni gedəcəkdir. Siz bunu işarə elədiniz ki, hər mərhələnin özünə uyğun demokrasinin ən imkan əlverişli hissəsi icra, beləsi düşünürəm sizin tərifinizi. Yəni hər mərhələnin özündə ən əlverişli demokrasini icra eləməyə çalışacaqdır. Amma təbii ki, məsələn, savaş içində olsaq, orada demokrasinin mənası yoxdur ki. Yəni Qurtuluş Savaşında ya məsələn şəhərlərdə Allah göstərməsin intiqama qalxsalar, orada demokrasidən danışmaq olmaz. Yəni o cürdür. Mütəəssifanə o İndi bu suala əslində cavab verdiniz. Amma mən istəyirəm spesifik qısa buna da cavab yenə verəsiniz. İndi baxanda siz demokratik bir dövlət və sistemi, idarə sistemi tərif elədik da, şey deyirik, idarə sistemidir. Bu sistemi qurmağı əlverişli görürsünüz. İndi bu cür bax. Bu sistemi qurmağa əlverişli görürük toplumu, demokratik sistemi daha, bəli. Bu anda biz bu anda demokrasiyadan dedim danışmağımız yani sadece danışıq ola bilər. İcrai bir mekanizmimiz olmadığı için bu anda bu əlverişli değil. Yox. Məsələn, ha zaman indi baxanda, indi buradan baxırsınız ora, Güney Azərbaycana. Ha zaman əlverişli görürsünüz? 5 il sonra, 10 il sonra, 50 il sonra, 100 il sonra. Gene de buna bir somut bir şey yoktu. Buna sistemimizde her daim demokratlaşmağa çaba göstermeli, demokrasini icra eləməyə çalışmalıyıq. İndi bunun faizi ola bilər ki, aşağı olsun, düşük olsun. Hətta bəlkə də demokrasi kimi görünməsin. Ama bunu eləməliyik. Böyle bu gün də, yəni bu təşkilatdan da başlayır, olur, icra olur. Elə balaca bir qurumdan da başlanır, icra olur. Təmrin olur, gedir nəyə? O dövlət səviyyəsində də özünü o şeydə təzahür edir. Bəs beləsi soruşum sizdən. Cənabınızdan beləsi soruşum. Sizcə demokrasi önəmlidir ya hakimiyyəti qurmaq? Və hakimiyyəti saxlamaq? Yəni, beləsi desəm, əcəba Qacarların, belə misal bursaq, əcəba Qacarların qalmağı önəmlidir keçəcəyə baxsaq, yoxsa demokratikləşməyə gedib hakimiyyəti əldən vermək? Əlbəttə qalması önəmlidir. Dövlət qoruması üçün, məmləkəti, vətəni qorumaq üçün demokrasi fəda oluna bilər. Yəni ki, o məmləkəti qoruyacaqsan. Çünki indi məsələn deyək ki, demokrasi adı ilə gəlib bir seri azadlıqları bəhanə eləyərək dövlətləri gördü gözümüzün önündə məsələn Bəhar Ərəbi deyə bir seri düzənləri pozdular. Məmləkətləri fəlakətə çəkdi. Ona görə məmləkətin, vətənin, millətin qorunması üçün hər şey fəda olur. İnsanlar da fəda olur. Demokrasi səhnədir, insanlar da fəda olur. Yəni, insan haqları görməməzlikdən gəlinər. Bu olubdur, olacaqdır da qaçınılmaz. Yoxsa dövlət olmadığında daha böyük faciələrə səbəb olar. Qacarlar demokrasi naminə getməməlidirlər. Qacarların qalıb. Amma zaman içində istər-istəməz dedik ki, bu demokratlaşma prosesi nə qədər də müqavimət eləsələr, bu demokratlaşmaya getmək az ola bilər, amma olar. İndi hangi şəraitdə demokrasi kamilən tətil olmalıdır? Yəni, əslən bunun bəhsi ortaya gəlməməlidir. Əlbəttə, indi bəllidir. Yəni, indiki şəraitdə biz əslən demokrasidən danışamırıq, danışmamalıyıq. Çünki nə hakimiyyət əlimizdədir, yox müdiriyyət var, nə də bu imkan var ki, icra edək. Amma sizin nəzərinizdə, yəni partinin əsasnaməsinə görə, məramnaməsinə görə, ideolojisinə görə hangi zaman demokrasi tətil ola bilər? Tətil olur. Yəni, onun icrası bəlkə biraz yavaş olur, amma heç bir zaman tətil olmur. Yəni, biz savaşda da olanda, təbii ki, millətin istəklərinə, yəni, deyə bilmək ki, savaşda məsələn, intixabat qoymur. Savaşda da olsan, intixabatın edirsən və ya məsələn, bəzi mümkün məsələn, intixabat olmayan başqa səviyyədə eləyə bilərsən.
tətil olmur. Az ola bilir. İndi demokrasinin adı ilə gəlib fitnə yaratmasınlar deyə bəlli qısıtlamalar qoyula bilir. Amma demokrasini tətil eləyəcək bundan sonra demokrasi yoxdur. Elə bir o gücü, o sistemi qurdursa ondan demokrasiya dönmək çox çətindir. Yəni əsas sistemə bu icazəni verməməliyik ki, önəmli bir nöqtəyə gəlsin, ki, desin ki, mən bundan sonra sənin haqqın yoxdur bunu deyəsən. Elə mən buna əmr edirəm və belə də eləyəcəksən. O nöqtə olmamalıdır. Yox. Hər daim demokrasi tətil ediləcək bir nöqtə biz qəbul eləmirik. Tamam. Gözəl. Son sorum bu bölünün əsasnamədə görə məsələn bunları soruşurdum. Əlbəttə davamı tapacaqdı bunlar müxtəlif adlarını. Sizə görə demokrasi sistemdir, yoxsa dövlətdir, yoxsa bir düşüncədir, yoxsa bir yaşam tərzidir, yoxsa bir idarə yol yöntəmidir? Nədir? Bunların hansıdır? Nədir görürsünüz? Demokrasi idarə sistemidir və təcrübə olmuş ən yaxşı da idarə sistemidir. Bu günə qədər göstərən uğurlu, bacarılı və insanların daha çox demək razı salan bir sistem, idarə sistemi. Demokrasi dövlət deyil. Demokrasi idarə, o dövlətin idarə sistemidir. Düşüncə və yaşam tərzidir ya yox? Yaşam da kültür və yenə də yox, yaşam tərzi düşüncə deyil. Yaxşı, düşüncə sırf demokrasi bir xas düşüncəyə aid deyil. Ona deyək, məsələn, bir düşüncədir. Bəlkə bir müdiriyyət sistemi. Fəlsəfədir ya yox? Fəlsəfə, müdiriyyət fəlsəfəsi, idarə fəlsəfəsi. Təşəkkür. Üyələrinizə keçəcəyəm. Mən üyələrinizdən soruşacağam, üyəlik sistemindən. Sizin təşkilat kimləri üyə seçir və hangi şərait əsasında onları eləyə bilirsiniz ki, üzv götürəsiniz? Birinci şərt Güney Azərbaycanlı olmalıdır. Güney Azərbaycan kökənli olmalıdır, Güney Azərbaycanlı olmalıdır. Bu partda üzv olmaq. İkincisi, yəni məsələn Qəşqayili ola bilmir sizin, ya Türkəmən sizin, ya Xələclər, ya Xorasanda olan türklər sizin partiyaya üzv olanmır? Yox. O fəxri üzv olarlar. O iftixarı üzv olur. İftixarı üzvündən demək, əsli üzvün fərqi var, hüquqlarının fərqi. Məsələn, nə fərqi var? Bəli? Nə fərqi var? Fərqi budur. Baxın, məsələn, bizə Quzey Azərbaycandan da üzv ola bilər, Türkiyədən də üzv ola bilər, Amerikadan da bir üzv ola bilər, istərsə. Amma bunlar iftixarı üzvüdür. İftixarı üzvün seçilmə haqqı yoxdur. Yəni, gəlib burada rəhbəriyyətə keçə bilməz. Burada gəlib rəhbərin bəlirlənməsi üçün rəy vermə haqqı yoxdur. Amma üzviyyət haqqı ödəməlidir. Partidən verilən vəzifələri yerinə yetirməlidir. Seçilmə hüququ yoxdur. O birisi əsli üzvlərdən fərqi bundadır. Tamam. Dahi nə? Yəni buyurdunuz ki, Güney Azərbaycandır. Dahi? Nizamnaməmizi, məramnaməmizi, manifestomuzu qəbul eləməlidir. Yaş və cinsiyyət? Asla əhəmiyyəti yoxdur. Yəni, nə yaş məhdudiyyəti var, yəni əlbəttə 18 yaşından ən azından olmalıdır ki, təşxis versin. Amma böyüklüğü, qocalığı zaten təsir eləmir. Cinsiyyəti əsla təyin edici deyil. Bizdə əslən cins məsələsini, yəni qadın, kişi məsələsini ortadan qaldırmaq üçün və qadın-kişi bərabərliyini əsasında təmin eləmək üçün hətta qadınlara müsbət bir təbizin də
partiyamız nəzərdə alıbdır. Və rəsmən deyib ki, qadınlara fərz eləyək ki, məsələn, bir iş üçün əgər bir xanım və bir ağa adaydırsa, eyni şərtdədirlərsə, xanımı seçməyi tövsiyə edir partiya ki, o olan zülm ki olubdur, haqsızlıq ki olubdur, onu cübran eləmək üçün bunlara daha çox fürsət yaranılmalıdır ki, gəlsin o bərabər hüquqluluğu təmin etsin. Ona görə Məsələn, Avropanın mən o günləri o seminar şeydə Berlində keçdi, ona qulaq asırdım. Bir xanım orada Azərbaycanlı xanım gözəl misallar vururdu Avropanın bəzi şeylərindən. Deyirdi, məsələn, bəzi hizblər deyirlər ki, həttəmən gərək %30'u xanım ola. Məsələn, kandid mərrif edir. %60'ı ya xanım ola. Sizdə belə bir şey var ki, məsələn, postların, idari postların ya postlar ki partide vardı, bunlar məsələn xanımlara neçə faizi verilsin ya əmələn neçə faizi verilir? Faiz biz belirləməmişik və bunu əlbəttə toplum, yəni kültürel bir məsələdir. Bilirsiniz, bizim maalesef həqiqəti budur ki, xanımlarımız o qədər aktif deyil. Yəni biz bu məsələdə çox çətinlik çəkirik. Dəfələrcə məsələn Güney Azərbaycan İstiqlal Partiyasının qadın bölümünü biz təşkil eləmişik illərdir. Dəfələrcə bunun məsuliyyəti dəyişilibdir. Amma nəhayətdə görmüşük ki, xanımlar yəni yarıda buraxıblar və ya çətin məsuliyyət qəbul edirlər. O qədər ki, sünnəti olduğu üçündür, nədən də o toplumda yəni belə olduğu üçün görürsünüz ki, demək, qadınlar pasiv bu məsələdə, yəni hər məsələdə, fəqət milli məsələdə deyil. Ümumiyyətlə, baxıncaq, məsələn, neçə dənə siyasi xanım vardır. Neçə dənə, məsələn, mədəni işlərdə xanım vardır. Amma, məsələn, ya şair deyək, ya, məsələn, musiqisində deyək, əslən ümumiyyətlə o cəv bunları tapdalayıbdır, məhdudlaşdırıbdır. Bəziləri o cəvri sındıra bilibdir, gələ biliblər qabağa. Sayları az olduğu üçün, indi biz dərsət deyək ki, məsələn, burada 50% olacaq, indi qadın tapa bilmirik qoyaq orada olsun. Amma şivəmiz bunu həll eləmək üçün, o bərabərliyi təmin eləmək üçün, əgər bir məqama, bir posta dəyişimini istəyirsə ki, deyək, səlahiyyətləri, yetenəkləri eynidirsə, biz parti olaraq xanımı tercih seçilmək. Məsələn, sizin partidə indi deyək ki, o qurultay quruldu, istilir başkan seçilsin, ya ola bilər, xanım ola bilər. Əgər bir xanım, bir cənabız olsa, sizin sifarişiniz nə olar? Mənim tövsiyəm olar ki, o xanım olsun. Tamam. Və əlbəttə bunu eləməyə də çalışmışıq ha. Bunu deyim, bura çəkməyə də çəkib gətirmişik, amma müvəffəq bacara bilməmişik. Maalesef bütün qruplarımızda baxsaz görəsiniz ki, belədir. Çünki o qruplarda deyil. Sorun onların nizamnaməsində ya düşüncəsində deyil. Sorun bu yüz illərlə İslamın təsiratı İran əsasında İslamdan daha öncə Aryan düşüncəsində qadın çox aşağılanıbdır. Və əslində türklərdə belə deyil. Türk uyğarlığından biz uzaqlaşmışıq. Mesela Türklərdə bizim gələnəklərimizə geçsəz, qadınlar, qadın şahları vardı, qadın fərmandehlər, komandalar vardı, qadın valilər vardı. Yəni, disbədizə məsələ mənə çox maraqlıdır. Ərəb səyyahları ki, gəlib Xəzərlərə, bunu mən o Babək zadında da işarə eləmişim. Xəzərlərə gəlirlər, Xəzərləri görəndə, o tarixçinin də adı yadıma düşər deyərəm. Yazır ki, güzərişində yazır ki, bunlar qadınlara həyasızdır. Deyir, kişilər kimin at satırlar, toplantılarda gəlirlər, kişilərlə diz-dizə otururlar, danışırlar, zəyə verirlər, demək, məmləkətin zadını tutmaq, qərar verməkdə qadınlar kişilərlə üz-üzə utanmadan otururlar. Belə deyil, ona görə utanmalıdırlar. Yəni, biz
Türk uygarlığından, Türk kültüründən uzaqlaşıb, o Ərəb və Fars kültürünün baskısının altında zaman içində xanımlar məhdudlaşıbdır. Məsələn, ətrafınızda baxın, biz bir yerə gedəndə, məsələn, görürük ki, mənim çox gəlib başıma, məsələn, imkanlı, ləyaqətli xanımdır. Mənim özümə var, təşrif edibdir ki, məsələn, bir dənə qonaqlıq da verir, eşitdə Azərbaycan münasibətinə. Kartını verib mənə ki, geçinə sən bu pulu versin. Mən niyə özün eləmirsən? Mən də çəkmişəm əlimdən ki, gəl özün ver. Bu sən eləyirsən axı. Mən niyə sənin adından eləyim? Yəni, bu fəzanı sındırmaqda qadınlar, xanımlar da qayrət göstərir. Tamam. Cavan, daha nə şərtlər var? Yəni daha üyə götürmək üçün məsələn sinfi, işi, savadı, boyu, buxunu, güvəncə, boy, buxun, savad olan heç birisi milək deyil. Güvəncə. Güvənc, əmniyyət, yəni güvənc birinci şeyi alır. Ondan sonra o birisilərin hamısı həll olunan məsələ. Yəni birinin pulu vardı, onu o birisi üzvə, o birisi şəxsə tərcih edək deyil. Birinin savadı vardı, o birisinə tərcih edək deyil. Güvən, kimin güvəncə çox güvənirik? Bizdə dərəcələr güvən əsasında. tamam. İndi o güvəndiyinizi eğitim verib, klasa göndərib, universiteye göndərib, mütəxəssis eləyə bilərsiniz. İstədiyiniz sahədə ya və ya talenti olan sahədə gedib alıb, ixtisasını ala bilər. Amma deyək ki, birisi məsələn fok doktorası vardı, amma güvəncə yoxdur. Onu nəyə partiya alasınız? Yəni, partinin gəlib səbələ içindən dağıdacağına ya dağıtmayacağına hangi bir qarantınız var? Dünənki sözlərimizdə işarə buyurmuşsunuz bunlara. Bunları da biraz xülasə etsək. Yüksəlmə dünənləri biraz danışdıq. Hangi şərtlərə bağlıdır? Məsələn, mən istəyirəm üzv oldum. Nə cür yüksəlirəm, gəlirəm, istəyirəm liderliğə orada. Nə zamandan sonra məsələn eləyə biləm liderliğə kandid olan. Məsələn. Ya əslində bu şərt yoxdur, imkansızdır. Yox, əvvəla üzv olmalıdır. Partidə üzv olmalıdır və azı 2 il üzv olmalıdır ki, aday olsun. Amma üzv olan andan etibarən seçmə haqqı var. Seçilmə haqqı üçün 2 il partidə fəaliyyət eləməsi vacibdir. Bundan sonra ayrı bir məhdudiyyət yoxdur. Yəni mən 2 il gəlsəm orada üzv olsam, 2 ildən sonra mən elə bilirəm liderliğə şey eləyəm. Bəli, gəlib danışacaqsınız, təbliğ aparacaqsınız, qurultayda rəy verilərsə, siz olacaqsınız rəhbər. Tamam, pəs çox rahatdır. Yəni içəridə hərəkət eləmək rahatdır. İndi onda dünənlərdə bu təlimlərə görə danışdıq, bu sualı soruşmayın üçün onda vaxt çox alacağıq. Təlimlərə danışdıq ki, sistem yoxdur da, ələn içəridə bir mədrəsə, okul, danışqah, kollec bu cür şeylər yoxdur. Fəqət birə-bir təlimlər var. O cürdür, yoxsa nə cürdür təlim? Birə-birdir, yoxsa qrupdur, nə cürdür? Media vasitəsilə suallar toplanılır, sorular toplanılır, ehtiyaclar nədir? Yəni bizim əvvəla təlim deyil də, o təlim deyil. Cavab vermək təlimlə fərqlidir. Təlim deyil o. Sorulara cavab vermək o təlim deyil. Bireylərə bəlli kadrlara bəli, demək, şəxsi ya məsələn, deyək, direkt eğitimlər olur. Ölçü sizin deyək ki, universitet, kollec, mədrəsə partilərin ki, onlar normalda bizim yoxumuz. Təlimlər hangi sahədə olur? Məsələn, deyək ki, bir nəfər üzv olur sizə, ona təlim verirsiniz. Nələri təlim verirsiniz? Ya hangi sahələrdə təlim verirsiniz? Aslında əvvəl bir dənəmə olur. Yəni ki, bilirsiniz, bu nizamnaməni, ideolojimizi, bizim bu manifestomuzu nə dərəcədə mənimsəyibdir. Bunu əməllərindən biz təşxis veririk. Məsələn, tavırlarından təşxis veririk və ona görə onlara yönləndirməyə, eğitim verməyə imkanlarımız daxilində çalışır. Yəni, xas bir üslubumuz yoxdur ki, buradan başlayıb demək, o əlifbadan başlayıb gedəcək. Çünki bura gələndə təbii ki, o əlifbaları keçiblər. Bir mərhələdədirlər. Bir milli mübarizənin bir bəlli istiqamətini
demək geçmiş adamları, yürümüş adamlar. Bu təlimlər ha zaman dayanır? Yəni ha zaman yetişir ya bu adamın daha təlimə ehtiyacı yoxdur. Kanadada bir dənə bir şey var, həm tədricidir, mərhələ, həm də ömür boyunacandır. Sizdə təlim necədir? Valla ona biz hələ oraya yetişməmişik deyək ki, birini o dərəcəyə yetişdirişdə bundan sonra bəlkə bizdə çıxar yoxdursa, bizim verəcəyimiz bir şey yoxdursa, orada dayanır tabii ki, onda gərək bir ayrı bir kanallar deyək ki, geçsin, öyrənsin də. Amma buna mən cümlə eləmirəm ki, yəni belə bir sistemimiz yoxdur ki, burada durur təlim, yox. Təşkilatın içində təşviq cəza var ya yox? Yəni məsələn partinin içində təşviq və cəza sistemi var ya yox? Ya necədir? Var. Disiplin sistemi var. Partiyanın nizamnaməsini, demək, kurallarını pozanlar üçün onun cəza sistemi vardır. Cəzaya görə, demək, cürmə görə cəza əvvəl xəbərdarlıqdan başlanır. Ondan sonra üzviyyətinin təliqindən başlanır. Yəni, bəlli bir sürə üzviyyətdən məhrum olması, amma üzviyyət haqlarını vermək məcburiyyətindədir. Və əgər çox ciddi olursa, partidən ixrac olur. Və mindiyə kimin səhv eləmirəmsə, bizim bir hətta qurucularından belə biz ixrac eləmişik. Partinin qurucularından, qurucu heyətindən partiyə ixrac edilir. O, demək, sistemi pozduğuna görə, demək, ixrac olunubdur parti. Bir çoxları, yəni bu uymadıqlarına görə, o disiplinlərə uymadıqlarına görə partidən uzaqlaşdırılırlar. Yəni cəza və iştirak, bəziləri məsələn görsə məhdudiyyət qoyulur. Siz məsələn yazma haqqını, danışıq haqqını, icra deyin, icrada verilən əmrləri, təşkilati əmrləri yerinə yetirməlidir. Amma onun haricində məsələn bəzi haqları səlb olunur. Cəzasına görə, cürmünə görə. Bəli, sistem var. Tamam. Sizin təşkilatda uzmanlığa, yadınızda olsa o inqilabın əvvəllərində 57-dən sonra bir bəhs var idi. Təəhhüd və təxəssüs. Bunların bir-birinə çatışmamaz görsətdilər. Elə indi də o cürdür fikirləşirəm. Xəbərdə dostlarım biri yazdı ki, öldü. Nədir? Rəisi öldü. Yox. Elə indi də o cür yazdılar. Dostlardan biri yazdı ki, öldü. Yox. Ölsə təbrik edirəm. Ərz edirəm. O cür adamların ölməsi bəlkə düzdür, bir ayrısı bəlkə gəldi ondan da pis, amma azalmaları mühümdür. Azalır. Yəni birinin ölməsi ilə sistem dəyişmir. Təbii ki, məsələn, Xaməni ölsə bir başqa kaoslara səbəb ola bilər, amma bunun ölüb ölməməsi sistemdə bir şey dəyişdirməyəcək. Amma hər halda əlbəttə şeydir, Tehranda çox böyük hərəkət başlayıbdır. Yəni polis, əmniyyət və sipahpasların xiyabanlara tökülüblər. Yəni mənim şəxsi nəzərim budur. İllət bu ki, bunu tapmadılar. Buydu ki, ehtimalən o tiri xilası gərək buraya edilə biləsinə. Mənim nəzərim budur ki, onun üçün yerin yoxsa dövlət bilər. Necə ki, bilmir, məsələn, harada düşübdür, nəcür düşübdür. Amma onu səlah deyil, feylən gedib ona bir dənə tiri güllə, son gülləni vurmalıdırlar ki, ölə. Ondan sonra nə bilim, bir dənə çomağının, daşla onu öldürməlidirlər. Sonra da Tehranda o hazırlıqlar getməlidir. Yəni, xiyabanları, zatları, hər sürüşə qarşı, ehtimala qarşı hazırlıqlar. Bunları mən gördüm, maşınların videosunu gördüm. Çox ciddi, məsələn, yüzlər maşınlar xiyabanlara tökülübdür. Yəni, gedir. Cəfəli bəy, bunlar istifadə edəcəkdir. Yəni, hər dövlət istifadə edir. Bilən ki, hadisələrdən indi ölsə bir cür, yaralı olsa bir cür, o dövlətin hədəfləri uğrunda istifadə edəcəkdir. Mən baxacağım, Qasım Süleymanını bunlar özləri və Amerika öldürdü. Sonra onu ölüsündən istifadə edədilər. Bəsic, demək ki, sipah ki, parçalanmışdı. Onu bütünlər. Onları, bunlar birləşdirdi, Kərtli Xameneyinin arxasında gəldi, orada
şeytan kimi ağladı Xameneyi. İstəyirəm Əslində bunu ərz eləyim ki, inqilabın əvvəlində elə indi də var hala təxəssüs və təəhhüd davası var və təəhhüd təxəssüsün önündədir. Onun üçün də baxsız, heç bir məsuliyyət mütəxəssislərin əlində deyil. Tamamən, əlbəttə, indi Tehranda Telegram qruplarında da istəsəz mən göstərərəm. Onlar qrup vardı ki, siz döktürü ala bilirsiniz. Məsələn, mən keçən həftə danışırdım. 24-25 milyon tümən verirsən, bir aydan sonra filan danışgahdan dəqiqən Tehrandan imzalı. Hər şey düz, mədrəkizi döktürazı verir. Məsələn, döktürayı strateji. Ciddi deyirəm. Siz nə mənən istəyirsiniz, onu sizin əvəzinizdə tamam işlərini görürlər, oradan şeylərlər, pullarını alırlar. 40 milyona qədər şeydir. Döktür mədrəki verirlər, pezeşk cərrah. Bunu mən təbliğatını sizə göndərirəm. Ki, deyir, məsələn, cərrah istəyirsən, hangi danışqahdan? Mən sənə alım verim, diş cərrahisi, göz cərrahisi. Alım verim sənə, get işivi görürsən, məsələn. Mən bunu düşünürdüm ki, o dişlər var idi, dəndansazı təcrübi deyirdilər. Onlara ola bilər, amma da şeyə yox ki da, məsələn, cərraha, məsələn, çox cəlib bir, məsələn, ulusiyyatı, hüquq. Cəlib bir sistemdir. İndi siz necə, sizin təşkilatda təəhhüd mühümüdür? Azərbaycançılıq, millətçilik, türkçülük mühümüdür, istiqlalçılıq mühümüdür, yox təəssüs mühümüdür, yoxsa ikisi həm mühümüdür? Nə düşünürsünüz? Mən buna əvvəlcə demişim. Güvən birinci mərhələdə gəlir. Güvən olduğunda onu sadəcə güvən yetərli deyil. Güvən lazımdır. Bu işin məzəməsidir. Güvən təəhhüd olur. Yəni sizincində həmin təəhhüdün müadilidir da, yəni yox, güvən yəni etimad. Təəhhüd dediniz, təəhhüd də o mənada gəlir də, təəhhüd də etimad məsələsidir. Təəhhüd doğrudur. Təəhhüd ya güvən. Əsasında güvən, yəni güvəncə birinci gəlir. Ondan sonra bu eğitilir. Bunun dedik, güvəncə olandan sonra hər insanın, hər kəsin bir ixtisası var. Təbii ki, biz məsələn bu şivə ilə müxalifik ki, gətirsən elə, çünki güvənirsən, operasyon qoyarsan bir şeylə ki, başarmır eləsin. O da olmaz. O gələ yetişdirirlər, eğitim görə, dövrə görə gedə ona hazırlana ki, bu işi idarə eləsin. Səhətər getsin, məsələn, qazi olsun, getsin, bilməm, nə bilim, bank, iqtisad məsul olsun, hərbi bazada olsun, gətib şairi qoyasın ki, məsələn, bir dənə ordunun başına, ordu da görsün ki, silah yerinə orada şeir deyirlər, recəz o. Ərz edeyim ki, indi sizin təşkilatın içində ləyaqətə necə baxırlar? İndi yox ki, mən gəlmişəm, məsələn, təxəssüsüm yoxdur. Elə bayaq misal vurdunuz, məsələn, şairi qoymuşuq, məsələn, nə ki ora? Deyək ki, qəllə idarəsinə, məsələn, ya nə bilim, sabah görərsiniz hamını. Ona necə baxırsınız? Yəni, ləyaqətə necə baxırsınız? Çıxara necə baxırsınız? Çox əhəmiyyət veririk və çıxarlar, yetənəkləri sezməyə, ona görə gələn hər bir kəsə bizdən əvvəl özündən soruşur. Bizə üzv olanlardan nə bilirsiniz, nə eləyə bilərsiniz, nəyi bacarırsınız, təxəssüsünüz nədədir? Əlbəttə, bunları üzv olandan sonra ona məsuliyyəti belirləmək üçün bunları soruşuruq, görək ki, nə sahədə şey elə bilər. Və əsasında limit yoxdur bir nə deyək ki, məsələn, sən burada duracaqsan. Onun o limiti o şəxsin talentindən, çıxarından. Təxəssüsü olmasa nə edirsiniz? Yəni, məsələn, tərzən, indi sizin xanım qadınlar bölümü varızdır, ya gənclər bölümümüz var, gənciz yoxdur qoyasınız ora. Qadın yoxdur qoyasınız ora, nə edirsiniz? Hüsnü ona, biz mən qadın adına gedib orada fəaliyyət eləyə bilmərəm. Yəni, bir sünni məsnə o yalancılıq bir şey olur da. Gərək ki, orada gənc. Gənc olmazsa, demək, bu gənc birisi bu məsuliyyəti alana qədər orada bəkləmədədir. Ordu necə? Məsələn, deyək ki, istəyirsiniz ki, bir orduya insanları da təşviq edirsiniz, silahlanın, təlimat görün filan. Məsələn, bura məsul ki, məsələn, bura seçmişsiniz, bu ordu adamıdır, şey adamıdır, yoxsa məsələn deyirəm, bilmirəm varısı ya yox, misal vururam. Bunu biz müraciətində biz bütün xalqımıza, hər kəsə deyirik ki, hər şeydən vacib bir dənə silahdır. Sən buna düşün, bunu almağa çalış, bunu əldə eləməyə çalış.
İndi bunu nizama salmaq üçün təbii ki, birinə fərmandehlik özəlliklə də orduda bücür deyil ki, desən, sən gedələ məsələn buranın fərmandehi ol. Bəs ordu ixtisası da ola, bilgisi də ola, əsəri texnikə görə, rəzmi texniklərə görə, silah eğitimi ola, fərmandehlik məsuliyyətini bilə ki, bu işlərə verirlər. Bu, yəni kolay bir məsələ deyil. Deyəsi, öyle necə deyim, illa eğitim görməlidir, eğitimdən geçməlidir. Veya ancaq təxəssüsü varsa, məsələn, yaxşı bir general filandır, behmandır, xələbandır filandır, behmandır, təbii ki, onlardan istifadə. Ya məsələn bilirik ki, məsələn, əlbəttə bu bəhs onda çoxa çəkəcəkdir, qalsın sonraki bəhslərə. İndi keçirik o birisi bölümə. O birisi bölümün rant bölümüdür. Saatı bir deyincə, hala saat neçədir? Bizim burada 4'dür. 5 yarımacan programımız olacaqdı ki, ola 4 saat. Siz əlbəttə bir yarım saat tez gedə bilərsiniz da. Yəni 4'dür. Yəni indi sizdə 4'dür. Bizdə 4'dür, sizdə olacaqdı 1. Yox. Belə eləyək də 1 saat, yarım 40 dəqiqə həll eləyək də. Tamam. Heç olmasa rant bölümünü qutaracağıq. Yəni bu cür görürəm. Rant, sizcə rant nə deməkdir? Rant elə həmən o rişvətçilikdir, partibazlıqdır. Birisi dedi o tanışlığını, çevrəsini istifadə edərək, ya çevrəsi ilə paylaşaraq, özünə çevrə düzəldərək burada bunlardan faydalanmaqdır. Biz ona şiddətlə qarşı. Bir növ korruptdur. Tamam. İstəyirdim bir dəqiq bir tərif alam. Dəqiq tərif eləyə bilərsiniz. Yəni partidə tərif olubdur ki, rant nədir? Partinin içində rant. Buna biz partinin belə bir tərif ki, məşəxəs desin ki, bu rantıdır. Yox, öyle bir bizim partinin xas ona tərifi yoxdur. Tamam. Amma bu şeydən yəni tərif olmasa da bu partibazlıq deyə də, yəni belənçi əməllərə yol verilmir. Tamam. Sizin təşkilatda ranta necə baxılır? Rədd edilir. Yox, rantına ona fürsət verilmir. Rantla ləyaqəti necə ayırırsınız ondan? Ləyaqət da şəxsin yəni çıxarını siz onu bastırmaq mümkün deyil. İnsanlar fəaliyyət sürecində biz birində bir çıxarı gördüyümüzdə onu daha da inkişaf etdirməyə, onu daha da çiçəklənməyə və daha böyük uğurlara qazanmasına çünki bizim, yəni onun demək, ləyaqəti əsasında bizim partidə bücür var, partidə fərd deyil, biz kültürü var, cəm kültürü var. Yəni burada nə qədər ləyaqətli adam olursa, demək ki, bu hamıya xeyriyyətir. Əgər amma partinin içində rəqabətlər də var. Rəqabətlər də var. Çox şərik rəqabət ola bilər partidə. Bunun üçün də burada da hər kəs özün bir şeyə layiq görür, o birisi layiq görmür. Burada rant məsələsi çıxır ortaya. Yəni ki, məsələn, fərz buyurun, mən özümü layiq görürəm ki, lider olam, amma siz deyirsiniz ki, sən məsələn, get hələf edən üzv qal. Məsələn, elə məmuli üzv ol. İndi burada bu çatışmazlıq. Çünki bir nəfər təşxis verir ki, sənin ləyaqətin var ya yox. Mənim özümün ləyaqətini bilirəm var ya yox, amma məsələn, siz təşxis verirsiniz ki, bunun ləyaqəti var ya yox. Burada onun fəaliyyəti bəllidir. Əsasında, yəni biz əvvəla partiyə üzv olan hər bir kəsi, dediyim kimi, sakit üzv kimin qoyaq elə orada qalsın deyə belə bir lüksümüz yoxdur. Gələn hər bir kəsi bir türlü cəlb eləməyə, bir işə cəlb eləməyə çalışır. Çünki çox işlər vardır. Partidə eyni dövlət kimində bir dövlətdə görüləcək işlər o qədərdir ki, yəni nə qədər adam olsa, nə qədər fəaliyyət edən olsa, onlara yer vardır iş görsün, fəaliyyət eləsin. Yəni çox işlər var indi yerdədir. Bizim partinin olaraq yerdə qalan çox işlər var. Və
Ona görə gələn partidə üzv olan heç kimsəni elə adlı bir üzv oldu, bitdi, getdi deyil. Ondan istəyirik, nə bacarırsan eləməsin, özünü bir yerdə göstərməlidir. Göstərdiyi təqdirdə biz onun daha ilərləməsinə mümkün dərəcədə əlimizdə olan imkanları sağlamağa çalışırıq. Yoxsa belə deyil. Amma bəzi hallarda da məsələn istəmişik də. Məsələn, üzvüdür, biz müraciət edirik. Bunu eləyə bilərsən. Məsələn, ya qəbul edib deyib, hə, ya yox. İndi insanların belə bir dənə də zadımız vardır ki, eləyə bilmədiyi işi də yüklədiyinizdə o ünsür yanır, o üzv yanır. Eləyə bilmir, əzab çəkir, əziyyət çəkir, həyatından olur və ümumiyyətlə mübarizədən uzaqlaşır. Ona görə herfeyi parti olmadığımız için, herfeyi olanda məsələni həll edə bilərsiniz. Amma herfeyi təşkilat, hizb olmadığımıza görə, profesyonel olmadığımıza görə biz bunları dedik ki, bəlli ölçüdə icra eləməyə ya şərait düzəltməyə çalışırıq. Salih bəy, niyə profesional deyilsiniz? Yəni indi bunu deyəndə mənim özümə də bu gəldi ki, profesional deyilsən niyə girmisən siyasətə, niyə girmisən partiyə? İndi bu. Amma bunu bir açıqlayaq. Niyə profesional deyil? Profesional deyəndə ki, yəni ki, fəqət işi siyasət. Bizim məsələn indi burada izləyənlər Dələbəsi Salih Yıldırım məsələn İstiqlal Partisinin sözçüsüdür, aylığı gəlir, 4-5 dənə də xədəməsi var, şoförü qapıdadır, bilmirəm nədir. Yox, mən elə işdən gəlirəm, kravatımı dəyişirəm, gəlirəm oturum burada. Gəlirəm çəkiş vururum. İş işləyirəm. Ona görə deyirik profesional deyirik. Bu bilgiyə daxlı yoxdur. Yəni profesionalizm bilgimiz yoxdur deyil, imkanımız yoxdur. Profesional budur ki, siz gedirsiniz, məsələn, profesional şoförsünüz. Biri də ayrı şofördür. Məsələn, gündə ya həftədə bir 10 dəqiqə sürücüdə tuşana gəlir. Biri də gündə 40 saat, gündə 8 saat şoförlük edir. O profesional, yəni işi budur, profesyonudur, onun heyfəsidir. Bizim heyfəmiz fəqət siyasət deyil, hizb deyil. Bizim bunun yanında işləməyimiz lazımdır. Evə çörək gətirməyimiz lazımdır. Kiraya verməyimiz lazımdır. Əgər icazə buyursanız, mən sizinlə proqramdan öncə, 2 gün öncə bir danışığımız vardı. Onu burada deyim. Dostlar, Kanada ilə Təbrizin vaxtı çox fərqlidir. Sizin axşam 9 olanda, Avropada 8-7 olanda, bizim burada nahardan da qabaqdır. Xüsusən ki, Albertada yaşır dostumuz Əlan Salih bəy. Orada səhərdir hətta. Yəni, adam işə getmək zamanıdır. Salih bəylə danışırdıq ki, 6 gün gəlsin dedi, mən 6 gün axı zindiganlığım fələc olar. Yəni, mən işləməsəm, bir həftə kiraya verməsəm, yəni işləyən bir həftə işləməsəm, yəni kirayəmi məsələn verə bilməyəcəm. Onun üçün biz hətta Salih bəylə çalışırıq, bir yol tapaq ki, bu 6 günün əvəzində nə cür şey olsun. Onun üçün profesional, mən ona görə bu sualı soruşdum. İnsanlar, mənim nəzərimdən profesionaldan biz yuxarıyıq, siz yuxarısınız, yəni bizim işləyənlərimiz. Çünki profesionallar tamam vaxtların gəlirləri oradandır, oradan təmin olurlar, oradan imkanları vardır. Amma bizlər isə Güney Azərbaycanlıların %90'ı deyək, işləməsələr gəlib profesionallıq eləyənmirlər. Bunun üçün bunların fərqi buradır, dostlar. Onu profesional olmamağın mənası budur. Profesional parti olduğunuzda, burada parti mənsubları da profesional, yəni onların həzinələrini qarşılayırsınız və onlara məsuliyyət verirsiniz. O işi görmədiyində, bu dəfə siz hesab sorursunuz. Bəli, bəli. Siz bu işi görməliydiniz, yəni bəhanəsi yoxdur. İndi məsələn, könüllü deyirik, eləyə bilərsən. İndi o da deyir ki, eləyərəm ya eləyə bilməm. Amma o zaman profesional olanda, eləyə bilərsən yoxdur. O parti mənsubuna deyirsən ki, bu toplantıya gedəcəksən, bu işi görəcəksən, bu afişi yapışdıracaqsan. Bəli. Onun bəhanəsi yoxdur ki, yapışdıra bilməm. Bizimki indi nə cürdür? Yəni sizin parti
könüllülük da tələbliq üstünədir yoxsa Bəli. Könüllülük tamam. üzərində. Könüllü fəaliyyət. Doğru. Sizin rantda hangi şəraitdə, hangi sistemdə rant ortaya çıxar? Ya hətta beləsi desək, rant sistemə çevrilər. Var çox sistemlər vardı. Yəni əslində bunu hər daim parti içində və ya dövlətdə bununla mübarizə şeyləri mekanizmi olmalıdır. Çünki insan adeta artıq tələb də çox demək istəkdə olsun, heç zaman qane olmasın, daha özünün gücü olması üçün özünə çevrə düzəlsin, filan eləsin. Bu hər sistemdə əgər kontrol olunmasa böyüyə bilər. Ona görə bunun hər daim, hər şəraitdə kontrol eləməsi üçün də bir mekanizm olmalıdır. Və o mekanizmi də o təşkilatın, ya o dövlətin, ya o partinin təriflərindən gəlir ki, məsuliyyətlərin bölümündən, o demək, idarə sistemindən gəlir. Sistem əgər fərdlərə daha çox ağırlıq verirsə, oradakı prinsipdən ziyadə kişilərə əhəmiyyət verirsə, rant təbii ki, orada böyümə, rantın çoxalması daha çox. Amma prinsiplərə dayandıqca rantın önünə keçmək mümkün. Yəni, məsələn, indi İrana baxanda biz görürük ki, orada bir rant sistemi hakimdir. Hamı da özün mütəhid bilir, vilayət fəqihçi bilir, nə bilim, dinçi bilir, filancı bilir. Bəzən yazırlar ha ki, məsələn, görsənməyib keçən 44 ildə bir dənə kravatda orada oğurluq eləyir. Əlbəttə, kravatlına da o fürsət verməyiblər ki, orada ola oğurluq eləyir. Şəriətinin bir yanlış cümləsi var, deyir ki, heç bir qərardadın altında molla imzası yoxdur. Amma cəlib budur ki, heç bir qərardadı imzalamağa mollaya fürsət verilməyibdir. Amma fürsət verilən kimi görürük ki, bir dənə sistem yaranır, pollən, məsələn, adına deyir güvən, etimad, amma görürük ki, tamamən rant, yəni rant, hamısı buna şey olur. Bu, orada görürük, yəni İran içində bunu görürük. İndi sizin təşkilatın içində, mən yenə bunları biraz çox mənim özüm üçün şeydir, ondan sonra təşkilatın içində ləyaqət ilə bu rantı hangi standardına ayırırsınız? Yəni, hangi metrlərlə ölçürsünüz ki, bu ləyaqətlidir, bu da rantıdır? Elə bir sistemimiz deyək ki, yəni yoxdur. Əslində, yəni rant bu günə qədər bizim partidə rant məsələsi olmur. Rantla birisi gəlsin, rantla girsin. Daha çox çalışmışıq ki, könüllülük əsasında güvəncə, ondan sonra könüllülük və çıxar. Yəni, standart təyin eləməmişsiniz da, yəni bunu deyə bilirik ki, standardınız yoxdur feylə. Yox, elə bir standartımız, yəni o ləviyyətdə olmadığı üçün, bəlkə ki, üzləşmədiyimiz üçün ona bir fərqdə qoymamışıq. Və bunu da deyim, yəni partinin prinsipləri elə məsələn bu il qoydu, ömrün axırına kimində bu olacaq deyil. Çünki siz bir yaranış dövrünüz vardı. Yaranışınızda, quruluşunuzda bir seri məsələlərlə üzləşirsiniz ki, mümkün də ondan qabaq olmamışsa fikirləşməmişsiniz. Və zaman gəlir, görürsünüz ki, bir dənə məsələyə, bizim məsələn 2 il bundan qabaq partidə bir söhbət oldu ki, nizamnamədə bir dəyişikliklər, güncəlləşmələr olmalı. Yəni, bu olası bir şeydir. Amma bu günə qədər məsələ, deyək ki, rant bizə təşkilatda məsələ olmadığı üçün buna da belə bir şey, maddəmiz yoxdur ki, rantın önünə necə keçəcək. Təbii ki, bu sabah mümkündür, ola bilər, bir problemə çevrilə və ya çevrilmədən əvvəl mümkündür, bunu əlavə oluna bilər. Bunu mən məsələn gələcək dəyişikliklərdə bir təklif kimində götürəcəm təşkilatımıza ki, ranta da qarşı, hərçənd ki, bu günə qədər olmuyubdur, ranta da qarşı məsələn bir təriflər, bir olmaması üçün onun önünə geçməyə
çalışılsın. Yəni bir Çox şeylər gözəl. Sizin təşkilatda standartlar hamı üçün, hamı üzvlər üçün bərabərdir, yoxsa məsələn bəzi üzvlər məsələn şəraitə görə bir şeyə görə məsələn sürətlə gedə bilir üstə. standart hamı üçün keçərlidir. Yəni heç kimi istisna şey eləmir. Birinə irfaq qoya. Məgərinki dediyi ki, birinin çıxarı ola, ona şərait düzəldəsən ki, o özünü daha nənəsin nümayiş etdirər. Həmin şəraiti o birisi adamlara da düzəldirsiniz, yoxsa bu adama fəqət düzəldirsiniz? Çünki təşxis verirsiniz ki, bunun çıxarı var, amma təşxis verirsiniz onun çıxarı yoxdur. Bu sizə bağlı olur. Yəni təşxisi sizə bağlı olur ki, o elə hamıya o şərait var. Hər kəs ki, fəaliyyət eləmək istəyir, fəaliyyət fəaldırsa, bu şəraiti hər kəsə təmin eləyir. Ancaq hətta bəzilərindən dediyim kimi, mən bayaqlar dedim, biz xahiş edirik, gedir üzvlərimizə, gəl bu işi görə bilmir. İndi gəlib düşünür, görür ki, nə eləyə bilərsən? Özündən istəyirik, deyək, nə eləyə bilərsən? Hər kəsin bir görəcək işi var. Yəni, heç kim görməməzdən gəlinməməli. İndi biri, məsələn, bayaqlar dedik, qalbi doktoru olar, qalbi cərrahlıq eləyər. Amma birisi də ayrı bir yerdə gedər, mənim kimi kərkiş vurar. Amma bir iş başarır da, yəni bir yerdə bir fəaliyyət eləyə bilər. Bunun hamının fəaliyyət alanı var. Doğru. Yəni məhdudlaşdırmaq onu deyir ki, bu şəxs heç bir işə gəlməz, elə dursun. Bizim məsələn təzahürata fəqət gəlib qatılacaq üzvlərimiz də var. Yəni gəllə məsələn təzahüratda da qarışır, 1 saat, 2 saat təzahürat edir, filan edir, gedir. Bücürü də var. Amma biz ondan qane deyilik, ondan məmnun deyilik. Biz ondan daha iləri olması. Hər bir kəsə məsələn deyir ki, adam özən bir həsrət düzək, bir çevrə düzək. Sən bu məsuliyyəti sənə biz güvənirik, bu məsuliyyətə veririk. Get bir çərdək düzək. 5 nəfər, 3 nəfər, nə qədər güvəndiyin adamlar var, yox. Sən öncə gəl denə, mən bu 5 nəfərin məsuluyam. Sizin partidə bu getir ranta kamilən şəxsi tutmayacaq, təbii ki. Ailə, əqrəba, dost, famil, yoldaş sistemdə var, bağlılıq, belə bağlılıq var bir-birinizə? Yox. Məsələn, ailə də ola bilər, ailə olaraq gəlsin partidə üzv olsun. Var, özü ailələr ki, ailəvi gəlib partidə üzvdürlər. Amma parti, yəni bir ailənin təsəllütündə olsun. Yox, təsəllütündə yox. Yəni, ailələr üzv olurlar və ailə mafiyası qura bilirlər. Ya ailə rantı qura bilirlər. Yəni, təbii ki, məsələn, mən desək, mənim oğlum, qızım, nənəm, xanımım, bacım, dayım, əmməm, xalam gəlsə, məni aparacaqlar üstə. Bu rantıdır. Məhdudiyyət yoxdur. Bizim ona bir məhdudiyyətimiz yoxdur ki, birinin məsələn, bacısı, qardaşı filan zadı gəlməsin partiyə. Elə bir məhdudiyyət indiyə kimi qoymamışıq. Onun rantı nədir kontrol edirsiniz? Dedim də, ranta əsasında biz fikirləşmədiyimiz üçün. Yox. Budur. İndi mənim dedim ki, mən özümü misal vururam, gəldim cənabımızın partisine, mənim qızım da, oğlum da, əqrəbam da gəldirir ora. Sabah mənə rəy verdilər, gəldim, lider oldum. Təcrübəm də yox. Rantıdır. Sabah özü təsadüfi deyil də. Siz burada 2 ildən sonra mən gəlirəm ora, 2 ildən sonra eləyə bilirəm gedəm ora. Ailəmi də gətirmişəm. 2 ildən sonra rəy verirlər, oluram lider. Ona biz belə bir şey... Rantıdır. Bu rəsmən rantıdır. Rant beləsi olacaq. Yəni, mən bir mövqeyiyyətə gəlirəm ki, orada özüm də bir şərait yaratmışam. O şəraitin əsasında ola gəlirəm və o şəraiti saxlaya bilirəm ya dəyişdirə bilirəm hətta. Onu qəşəng başa düşürəm. Bunu biz bir dəfə partidə deyil, əsasında Güney Azərbaycan sürgündə məclisi üçün bu söhbət gedirdi və bunu biz orada olmanladıq ki, ailədən sadəcə bir nəfər ola bilər. Amma partidə bir ailədən
məhdudiyyət qoymağı bu gün beləncə bir təhdid görməmişik. Bunun bir təhdidə çevriləcəyini heç düşünməmişik və belə bir maddəmiz də yoxdur. Amma məsələn, dediyim kimi parlamentdə məsələn bir ailədən 3 nəfər gəlib aday ola bilməz. Gəlsin girsin o parlamentdə. O ailədən bir nəfər ola bilər. Amma o ailə, orada o ailə, o arxasında o şeylər var. O təbliğat gücü var, o rəy gücü var, o imkanlar gücü var. Yəni sabahları bu parti dövlət quracaq, imkanlar gücünə sahib olacaq. Yəni bu günün deyil ki, yaxşı bu günləri hamı davtələb işləyir, tamam. Amma sabahları bu dövlət istəyir, dövlət qursun, hakimiyyəti ələ getirsin, idarələri ələ getirsin və burada dəqiqən o şeydir ki, yəni mafiya deməyim, mafiya daha çox biraz ağır gəlir. Burada rant kamilən girir ortaya. Yəni məsələn siz Kanadanın sisteminə məndən çox tanışsınız, onu bilirsiniz. Məsələn mən bir bəqqallıqda işləyirdim. Bunu misal vururam çünki sonra sorunda da var bu. Mən bir bəqqallıqda işləyirdim. Orada latari satırdıq. Mən özüm də hər gün bir latari alırdım. Bir gün bir xanım gəlmişdi. Aldı, dedi ki, şeydir, mən istəmirəm, yox. Bunu gərək mən cancel eləyəydim, cancel eləmə. Dedim ki, bunu mən özüm götürürəm, okey, mən pulum verirəm. O xanım mənə dedi ki, sən götürə bilməzsən. Dedim, niyə? Dedi, sən kim burada işləyirsən, bu dükkanda işləyirsən, latarini satırsan, buradan sən özün, ailən, bacın, qardaşın, dədən, nənən, gələlər buradan, yaxın əqraban, gəlib buradan latari alsalar, bərəndə olsalar da latarini sizə verməzlər. Çünki sən burada işləyirsən. İşlədiğin yerdən, sən isə latari alasan, cəhk edəsən, ayrı yerdən latari alasan. Ayrı bir furuşqaha cəhk edəsən. Buradan alanmasan. Mən bilmirdim. Tükan sahibi gələndə soruşdum ki, belə bir şey də eşitdim bu gün. Mən hər gün burada latari alıram. Dedi ki, yox, almayacaqsan. Burada latari sən almaq haqqın yoxdur. Alsın, çıxsa da verməzlər. Bəlkə də mühakimə olarsan. Baxın, bu qədər Kanada sistemində şey deyil. Sorumda gələcək bu. Ona görə bunu burada dedim. Kanada sistemində əgər sizin baqqallıq dükanınız varsa, latari da satırsınız, əlinizdə rant imkanı var. Bunun üçün sizin özünüz və ailəniz və yaxın əqrəbanız sizdən latari ala bilməzlər. Niyə? Çünki rant hesab olur. Siz bu sistemə görə ki, Kanadada var, bəlkə Avropada bundan da daha genişdir, rantı və özəlliklə də siyasi və idari rantı necə görürsünüz? Əlbəttə, bu müzirdir bir toplumun təbii ki, bir seri başqa insanların haqqına girməkdir əslində. Yəni, başqaları şey eləyə bilər, bir seri işlərdən bəhrəmənd olsun, ya gəlsinlər, bir işlər görsünlər, onlar siz qəbzə edirsiniz öz qohumlarınızın, tanışlarınızın ətrafında. Həmən bizdə buna rant indi deyirlər, deyək ki, bizdə nə deyirlər, Türkiyədə deyirlər ki, ağa dayısı vardır. Yəni, məsələn, qədimdən deyirlər ki, divanda adamı var. Bizdə deyirlər ki, bunun adamı. Parti bazlığı. Yəni, bu özü bir idarə sistemində böyük bir afətdir ki, fəsadın başlanğıcıdır, fəsada səbəb olur. Bunu təbii ki, önünə almaq üçün dövlətin o sistemində lazımi tədbirləri, qaydaları, qanunları olmalıdır. Bizim sadəcə dedim ki, partidə üçün indiyə qədər beləncə bir məsələlə üzləşməmişik, olmayıbdır. Ona görə rant üçün əslən bizim bir maddəmiz yoxdur. Yalandan gəlməyir ki, burada maddə qoymuşuq, yoxdur da. Qoymamışıq. İndi gələcəkdə ola bilsin ki, dedim, bu məsələnin üzərində düşünsün, partidə qərar alınsın. Bu sualı niyə ortaya qoydum? Buna görə ki, Güney Azərbaycanda hətta liderlərin arasında sözlərinə qulaq assaq, adlarını çəkmirik, çünki dedik, mənfi nömrəsi var adlarını çəkmağın. Amma məsələn, danışanda deyir ki, ailə partisidir. Bunu hamımız eşitmişik da. Məsələn, 2 nəfərlik ailə, məsələn, partidir, filandır. Yəni, bunlar belə bir sözlər var. Bu yaygındır. Yəni, Güney Azərbaycanlıların, hətta siyasilərin içində belə bir yaygın söz var ki, ailə partisi, yəni rant partisidir.
O E, o term əsasında o işləndiğini bilirim, eşitmişəm. O əslində rant mənasında işlənir. Rant mənasında işlənirsə müsbət bir şeydir. Deyək ki, məsələn, ranta görə bunu deyəlim. Əslində küçümsəmək üçün və partiləri ailədir. Məsələn, onun üzvü ilə ailədən eşiyə çıxmayıbdır. Güya ki, kiçik rant bir hesab ailədən. olurdu. Elə bu özü rant hesab olur. Yəni o zaman ki bu qaldı liderlik, məsələn, liderlik qalır ailədə. Yəni Həsəndən çıxır Hüseynə, Hüseyndən çıxır məsələn qızına, arvadına, nə bilim, bu dəsə də, yəni qardaş, dədə, bacı, bunlara O rant risk edə bilmirsə, insan səbəbi. O əgər xalqın içinə gedə bilmirsə, başqalarını cəzb edə bilmirsə, o məsələn bir dənə parti deyək ki, ailənin içindən dışarıya çıxa bilmir, ya iki ailədən dışarıya çıxa bilmir, başqalarını cəzb edə bilmirsə, əslində orada rəhbəri başqalarını da cəzb eləmiş olar. Yəni iddiası vardı ki, mən bir partiyam, mənim tərəfdarım vardı. biz onu danışmırıq. Var, üzvlər var deyə yoxdur, onu danışmırıq. Və o termi o formadakı işlənir. Rant mənasında işlədiyini düşüncəsində deyil. O term işlənir. Yox, o əslən onlar küçündürlər. Yəni təhqir üçün işlədirlər. Hə, onu demək düşmənlik üçün hətta. Parti iki nəfər də qururlar da, nə olur? Məsələn, Azərbaycan Müsavat Partisini əvvəldə quranda 1000 nəfərlə qurmuyubdur ki. 3 nəfər qurublar. Sonra gəlib olub da Azərbaycan dövləti olub. Yəni bunu 3 nəfər qurubdur, 2 nəfər. Biz İstiqlal Partiyasını quranda biz 4 nəfərlə qurmuşuq. Təbii ki. 4 nəfər idi. Qurucu heyəti 4 nəfər idi. Dedim ki, birini də ixrac elədik. Çünki yalan informasiyanla bizi elə bir ağır duruma saldı ki, əslən bizi Azərbaycanda məhkəməyə verirdilər. Güney Azərbaycanlılara biz gəldik partiyanı qurduq. Bir dənə şey çıxartdıq bundan. Demək, partinin prensiplərini filanlarını. Bu da bizim orqanımızdır. Demək, bu orqan həmən o qurucu heyətində olan şəxs dedi ki, bu bizimdir, biz səbt eləmişik, bir belə bir ildə işləmişik, biz də güvənc əsasında onu götürdük. Gedib Azərbaycana yetişəndə Güneylər tikildilər qabağımıza. Siz bizim adımızı uğurlamışsınız. İndi biz bir oğru ittihamında qalmışıq. Necə yəni? Bunu biz filan şəxs, indi adını çəkmirəm burada. Deyibdir ki, bunu mən register eləmişəm, səbt eləmişəm, işləmişəm, filan üçün. Ona daxlı yoxdur. Bu sənədlərini gətirdilər, burada qabağımda, atış gördük ki, amma bu başqa adamların səbtinin altındadır. Biz orada dur, neçə min dolar xərcləmişdik qəzetəyə, o dərgilərin çıxmasına, onları yandırdıq, yaymadıq. Məndə bahtı azaldı, genə də deyəsən, deyək ki, bahtı şeydir, birazdan kəsiləcək. Siz bir dənə sim almalısınız, uzun sim almalısınız. Çünki çox az oldu bu günləri. Gəldi onu oradan çıxartdıq, ixrac elədik. Yəni ki, parti 2 nəfər qrup, 3 nəfər, 2 nəfərdən çoxdursa parti qura bilər. Tamam, orada sözüm yox. Yox, o iki, mənim sualım bura münətifdir. O zaman ki deyilir ki, ailə partisi, elə bu qavramın içində rant var. Yəni, onlar rant demirlər. Amma qavramın içində rant var. Bu rantla, yəni, istədim bunu deyəm ki, siz bunu necə düşünürsünüz? Yəni, belə necə baxırsınız? Mən o qavramı o formada işləndiyi qənaətində deyiləm, amma elə olursa, o mənfi bir demək, ona mübarizələ, yəni ki, rant ya ailə əgər kontrolunda saxlamaq istəyirsə və bunu səltənət kimin bundan ona geçirməsi kimin zehniyyətindədirsə, bu geri qalmış bir, yəni çağdaş bir hərəkət deyil, çağdaş bir siyasət deyil. Sizi çağırırlar gedəsiniz, sizi çağırırlar gedəsiniz, həvasınız məndə olmur. Amma sizdən bir xahiş edeyim. Bir uzun sim alasınız ki, telefonun qurtulmasın. Çünki mənim 3 dənə qısa sual soruşsam qutarırıq. Yəni, bir dəqiqə yarım çəkər üst-üstə. Tamam. Əcəb
siz bir təşkilatda ailə üzvləri olursa, rant əsaslı təşkilata çevrilərmi? Çevrilə bilər. Sizin dediyiniz formuldan baxılsa, yəni o ailə, böyük ailə, ətrafı ailələrini yığıb, ailə nüfuzundan istifadə edib ələ keçirə bilsə, ola bilər. Əgər bir ailə təşkilatı olursa, yəni ailə üzvləri orada çox olursa, standartlar qoruna bilərmi? Qorunmaz. Qorunmaz. Təbii ki, rant olan yerdə, rişvət, partibazlıq olan yerdə standart qorunmaz. Tamam. Acaba bir təşkilatda ailə üzvləri olursa, yüksəlmək imkanı onlara digər üyelər arasında bərabər şans ola bilərmi? Genə də olmaz. Bərabər şans olmaz. Tamam. Sizin təşkilatda üyelər arasında güvən sistemi necə yaranıb qorunur? Yəni bu şey olmasın, yəni rant olmasın deyə. Dedim, ranta biz hələ bir plan törməmişik. Ona görə rant haqqında sorularınız hamısı ora gələcək ki, bizim təşkilatda indiyə qədər rant bir problem olmadığına görə rantla mübarizədə də hər hansı bir maddəmiz, planımız yox. Tamam. Təşəkkür edirəm. Çox sağ olun. Bu bölümü qutardıq. Qısa cavab verirsəz, sürətlə gedəcək bunları qutaraq. Çünki vaqəən mən çoxunun cavabını almışam. Buradan deyim ki, yəni mən sorularıma baxırım, görürüm ki, əvvəl 2 bölümdə elə çoxunun cavabını vermişim. Amma bunlar nə deyirlər? O bizə jurnalistində deyiblər ki, hər nə qədər cümləni qısa desəz, belə insanların zehninə rahat keçir. Doğrudur. Onun üçün mən çox sualda. Hər halda təşəkkür edirəm. Yarın genə də siz tətilsiz. Görüşərik inşallah. Sağ olun, sağ qalın. Gecəniz xeyrə qalsın. Çox sağ olun, təşəkkür edirəm. Hər kəsə salamlar, uğurlar. Görüşürük. Sağ olasınız. Sağ olasınız. Əziz dostlar, hörmətli yoldaşlar, çox sağ olun, var olun. Bilirsiniz, bu bəhslərin bir çoxu həm Güney Azərbaycan içində olmayıbdı, həm İranda olmayıbdı. Məsələn, rant məsələsi İranda bu şəkildə ki, biz bu günləri bəhs elədik, əslən heç vaxt bəhs olmayıbdı, heç vaxt. Və İran tamamilə rant sistemidir. Rant mafiya yaradar. Yəni, mən orada bir işarə elədim. Rant mafiya deməkdir. O zaman ki, rant gəldi, yəni mənafi'i. O mənafi üstündür hər şeydən. Və bunun üçün hər işdə görərlər, hər işdə mübah bilərlər. Onun üçün bu bəhslər çox ciddi bəhslərdir. Yəni, məsələn, filan kəsdən ya filan şeydən çox, mənim nəzərimə bunları ki, biz indi bugün 3 gündür danışırıq və gələn 3 gündə də danışacağıq. Çox önəmli bəhslərdir. Bunlar əsas və payadılar. Təbii, məsələn, üyəlik bəhsi o qədər ciddi deyil. Amma bir dana parti ilə tanış olmaq və onun üyəlik sistemini görmək bizə köməklik elər ki, məsələn, bilaq bizim o partiyə üzv olsaq, hansı keçəmələr, aşamalar bizim gözlür. O bizə hazırlıq verəcəkdir ki, bilaq biz bu partiyə giririk, nə eləyək? Amma ondan sonra qalan bəhslərimizin hamısı, məsələn, bu yasamalar bəhsinə gedirik, yasalanma, qanunluq əsasında idarə sisteminə keçəcək gələncə dəsədən, məramnamə, düşüncə, fəlsəfə, bunlar bəhslərdir ki, gələn bəhslərdə eləyəcək. Çox ciddi məsələlər vardır. Biz bunları bilməsək, siyasəti bilmirik. Yəni, məsələn, əgər biz rantı kamil tərif eləməsək, qabağını almasaq, o olar ki, görərsiniz, məsələn, rəisi Bankı Mərkəzi İran, İranın Mərkəzi Bankının rəisi özünə bir mühafiz bodyguard götürər, ordudan seçər, sərbaz, əskər, 0 əskəri 2 illik gəlib xidmət eləyəcək. O da famili olar, ya dostu olar. Yəni, rant beləsi olur. Diqqət buyurun, bir dana ranta misal vururam, qurtulaq bəhsi. İranın Mərkəz Bankının rəisi özünə bodyguard seçir. Əcəba bu idarədə hamının bodyguardı var mıdır? Yox, yoxdur. Mühafizi vardı, yoxdur. Bu özünə bir bodyguard, bir imtiyaz seçir. Gedir özü, familinin uşağı ki, bu günləri gedibdir 18 yaşında, 20 yaşında, hər neçə yaşında orduya gedəcək, orduya məktub yazıb ki, bu adam mənim bodyguardım olmaq üçün lazımdır mənə. Ona əmriyyə verin, gəlsin, burada xidmət eləsin, Bankı Mərkəzidə. Onu ordudan alır, indi rantı görün necə edir.
Məsələn, dünən necə istirdi dolarlar onun əlindədir. Neft satılır, hər nə satılır, dolar gəlir məmləkətə, gedir onun əlinə, Mərkəzi Banka. Hər gün 1 milyon dolar, hər gün 1 milyon dolar qoyur saka, verir bu ordunun, o özünə mühafız alıb ha, ona, famildir, verir bura. Deyir ki, bu 1 milyon dolar aparacaqsan Tehranda, Nasir Xosrowda satacaqsan. Orada qiymət neçədir? O qiymətə sat. Məsələn, İranda deyək ki, 1000 tüməndir, orada 2500 tüməndir. Aparır, 2500-ə satılır. Gətirir, 1000 tümənin verir dövlətə, 1500 tümənin qoyur cibinə. 1 milyon dolar bir gündə, 1 milyon doların hərəsinin 1500 tümənin gündə, yəni gündə 1 milyard 500 min tümən bu uşaq, 18 yaşında uşaq qoyur cibinə. Ya da verir rəis banca, ya da bancın rəisi ilə şərik olurlar. Yəni o adamla. Məsələn, deyək ki, 100 minin özü götürür, 1 milyonun özü götürür, 1 milyard 400 milyonun verir o adama. Yəni böyük puldur, çox böyük pul. Çox insanlar ömür boyu o pula işləmək üçün çalışır. Ona deyirlər rant. Əgər məsələn mən gedirəm bir yerdə istihdam olmağa, orada bir famil var, ona deyirəm ki, mənim işə ehtiyacım var, nümayəndə məclisdə, hər nədir, hər nə çarədir. Deyir ki, get filan yerdə işlə və mən gedirəm işləm, amma məndən savadlılar, təcrübəlilər, ağıllılar, başarılılar, orada istihdam olanlar bu rantıdır. Əgər məsələn bir muavin seçirəm, bir adam seçirəm, hamısını öz yaxınlarımdan seçirəm ki, mənə vəfalıdırlar. Onun üçün görürsünüz, İranda rantı bu cür eləyiblər. Buna görə ki, rantı da arxası tutulmasın. İranda bir yol tapıblar bu fars sistemində. Deyir ki, sən ev alırsan, xanımı boşa, xanımın boşanan xanımın adına qoy. Amma ondan boşanmısınız ya zahirdə. Amma əslində nədir? Ər-arvadsınız. Fəqət siz bundan bu yüzden işləri verirsiniz onun şirkətinə. Məsələn, vəziri sədsazi deyək, özləri deyirlər su, enerji filan bu vəzir özünün dediklarına görə, yəni özləri deyirlər, 100'ə yaxın sədsazlıq şirkəti var. Gətirir sədləri istir düzəldə, öz şirkətləri, 100 şirkəti gəlir orada müzayidədə ya münaqisədə şirkət elirlər. Hangisi bərəndə olsa onuncudur. Fərq eləməyəcəkdir. Amma vəzirin haqqı yoxdur ki, şirkəti ola, hətta bacısının, qardaşının, dayısının, əmisinin, xalasının, əmməsinin, bibisinin, hər kəsin yaxın əqrəba və famillərinin haqqı yoxdur şirkətləri ola gələlər burada şirkət eləyələr. Çünki bu rantıdır. Bu mütəəssifanə partilərdə də var. Kanadada partilərdə bu işi siz görə bilməzsiniz. Yəni, məsələn deyirəm, misal vururam. Bir dana da burada Kanadadan misal vurum, qutarım. Kanadada rantla nə cür mübarizə edirlər? Birin özümün iş yerimdən misal vurdum. Birin də qızımın, mənim evlatlarım var. Hamısının da yüksək səviyyədə savadları vardı. Kanadada dərslərini əslində oxuyublar, fوق lisans alıblar, lisans alıblar filan, işləyirlər. Məsələn, bunlardan biri bir dana biymə şirkətinin mərkəzində işləyir. Cəlibdir ki, bizim ailədən daha heç kəs o biymə şirkətinə heç yerdə istihdam ola bilməz. Yəni, deyir ki, çünki bunun bir ailə üzvü bu şirkətin mərkəzindədir. Ki, Kanadada bu şöbə ən mühüm, məsələn, biymə mərkəzidir. Məsələn, mənim deyək ki, mən ya qızım, ya oğlum, ya hər ki birimiz, gəlinim, damadım filan, dura gedə, məsələn, deyək ki, Albertada ya ayrı bir iyalətdə bir şöbə açsa. Bir aça bilməz. Niyə? Çünki rant var bunun, o mərkəzdə adamı vardı, o buna icazə verər, orada tükən açsın. Amma bu burada aça bilmir, bir ayrısı aça bilmir. Baxın, rant bu qədər ciddidir. Biz amma bunu İranda mütəəssifanə bizə bunlar əslində bəhs eləməzlər, deməzlər və mütəəssifanə partilərdə də bu rant raic bir şeydir. Yəni, əlbəttə, rant alana çox yaxşıdır. Yəni, o adam ki, rantın faydasını qazanır, ona çox yaxşıdır. Hər halda, bunları fəqət gətirdik, dostlar. Niyə gətirdik? Bu bəhsləri niyə elədik? Buna görə ki, bir ülgü yaradaq. Əvvələn, tamam partilərimiz bunları görsünlər, düşünsünlər. İkinci, buna görə ki,
sizlərdən bir-iki nəfər çıxdı, bu cəsarət sahibi oldu, getdi bir dana İranda parti ilə danışsın, bir siyasi ilə, bir vəkil ilə, bir nümayəndə ilə. Baxın, tək hizb deyil, bir nümayəndədir, bir rəisi idarədir, mavin idarə, rəisi bahtdır, bir dana karimətli şeydə işlir, bahtda işlir. Mən bunu çox görmüşəm. Məsələn, adam bancın kariməndidir, 10 cürə özünə 10 dana apartman alıbdır. Gedir oradan vam alır, gəlir buradan apartman alır. Niyə? Çünki orada işlir, bahtda eləyə bilir ki, bu imkan var. Amma mən ki, məsələn, bahtda işləmirəm, adamım da yoxdur, mən alamıram. Niyə o 10 dana ev alıbdır, mən alamamışam? Niyə o 100 milyon, 100 milyard, 1000 milyard, yüzlər min milyard pul bankdan alabilir, mən alamıram? Niyə? Nə fərqimiz var arada? Çünki onun bahtda adamı var. Adam, yəni rantdır. Bu qeyri-qanun. Qeyri-qanuni olmalıdır. Yəni qanun əgər buna yol verirsə, o qanun qələt qanundur. O gərək islah olsun. Dostlar, təşəkkür edirəm. Var olun, sağ olun. Umaram ki, bəhslər faydalı olmuş olsun. Gedirik, bəhslərimizin %7-sinə təqribən deyək, %8-in mətrəh eləmişik bu 3 gündə. Bu 3 gündə hələ vaxtımız vardı. Çalışacağıq inşallah bu 3 gündə bu qalan 90-92%-ı mətrəh eləyək, cavab alaq və gedək qabağa. Sağ olun, əcələ eləməyin, gözləyin, əsas sözlərlə tanış olaq. Sonra sorular olursa həttəmən yazacaq. Bir də hər kəsin indi sorusu var. Bu bəhslər ki, bugün oldu. Lütfən mənim şəxsimə, ha belə Salih bəy İldırım cənablarına yazın. Burada da indi yenə qeyd edeyim. Salih bəy bu günlərdə o əxlaq nömrəsi veririk hər cələsənin sonunda. Birinci gündə Ərdəmlidir, ikinci gündə Ərdəmlidir və bu günlərdə milli Ərdəmli, hər 3 günü milli Ərdəmli sifətini bizdən qazanıb da, hətta bugün gördünüz ki, söz oraya yerə gəldi ki, eləyə bilərdilər, bir qurucunun adını gətirərlər, gətirmədilər və mən çox sevindim, çox təşəkkür edirəm. Yenə burada yazıq milli Ərdəmli, milli əxlaqa sahib, milli düşüncəyə sahib. Bu cür olar, baxın, yəni adam özün fərdi yeri qoymur. Özün heç kəsi burada gördünüz düşmən demədi. Bizim bir düşmənimiz vardı, o da İran hakimiyyəti. Hətta farsları düşmən elan eləmədi. Yəni mən özüm şəxsən farsları düşmən bilirəm. Yəni bu düzdür. Ya məsələn erməniləri, ya kürdləri məsələn düşmən saymaq olar, amma saymadı. Niyə? Adam siyasi düşünür. Çünki sən əgər bugün desən ki, filan düşməndir, qapılar bağlanır təqribən, nəinki kamil, amma qapılar bağlanır. O qapılar bağlanmasın deyə qapının böyrünü açıq saxlamalısan. Siyasi insan belədir. Məsələn, Henry Kissinger birdən durur gedir, o soyuq savaşın ortasında birdən durur Amerikanın muavinidir, nə idi? Durur buradan gedir Rusiyada deyir ki, tamam, bunu bəhs eləyək. Ya o şeydir da, bilirsiniz, o Vietnam yox, Kuba savaşına yaxınlaşanda ki, bomba atomları gətirdilər, muşəklər Rusiyadan, oradan, buradan Amerikançılar da hərəkət elədilər, orada bir savaşa gedirdi dünya. Birdən cəsur bir siyasət müdər tapı ki, deyir, gedək danışaq, həll eləyək bu məsələni. Savaşdan daha önəmli budur ki, sülh eləyək. Onun üçün siyasi olmaq çox önəmlidir. Siyasi düşünmək çox önəmlidir. Siyasi düşünən tək bucunu düşünməməlidir. İndini düşünməməlidir. Məni burada razı salmaq rahatdır. Yəni İnsaf Əli Hidayəti razı salaq. Ya burada oturub dostlar ki, baxırlar, zəhmət çəkirlər, onları razı salmaq rahatdır. Amma 10 il bundan sonranı görüb, 10 il bundan sonraya bir xətər yaratmamaq da önəmlidir. Yəni bir söz danışmayaq ki, 10 il bundan sonra o bugünkü siyasi davranışımız 10 il bundan sonra qabağımıza çıxsın bir divar kimi. Siyasi düşüncə beləsidir. Bu da mühafizəkar olmaq ünvanında deyil. Bu deyil ki, mühafizəkar olaq. Budur ki, diplomatik olaq. Budur ki, siyasi olaq. Budur ki, məsələni dartıb da danışaq. Çox sağ olun, var olun əziz dostlar. Yarın Təbriz vaxtı ilə axşam saat 9-da
huzurunuzda olacağam qonağımızla birlikdə. Sağ olun, var olun, görüşmək üzrə.